Yəni uşaqlar, artıq biz sizinlə halogenlər mövzusundayıq və halogenlər mövzusunda belə deyək də evə qəbul suallarını vermişdik 2008-2024 aralığında qeyri-üzvü kimya kursunda deməli halogenlər və xlor. Mövzu gedirik bala-bala. Allahın xeyir versin. Və uşaqlar, yaxşı bu günləri qəbul suallarını incələyəcəyik. Görək 2008-2024-cü il aralığında qəbul imtahanlarında birinci qrup şagirdlərindən halogenlər mövzusunda nə soruşublar? İndiyə qədər. Hər birini incələyəcəyik. Yoxsa cavablarını da deyəcəm. Yəni soruşmalı sualın cavabını deyəcəm ki, cavabları da yadımdan çıxıb sizə demək. Deyəcəm cavablarını test gedə-gedə. Hə. Ya Allah uşaqlar, artıq sürət qrupumuz 31-ci dərsdə keçdi bu günləri. Maşallah olsun. Bala-bala gedirik. Qeyri-üzvü kimya, daha 11-ci sinif üzvü kimi ümumi təkrar super gedəcək inşallah. Davay, birdən 5-ə qədər. Uşaq, mən bir-bir cavablarını deyəcəm sizə. Bir-bir cavablarını deyəcəm sizə. Birinci sualı uşaqlar yazmamısınız. Bir-bir cavablarını deyəcəm sizə. Birinci sualın cavabı uşaqlar. Nədir onun adı? D variantıdır. Salam qələmdir, salam. Deməli, birinci sualın cavabı D variantı. Birinci sualın izahına ehtiyac var, birinci sualın izahına. Uşaqlar, elə belə deyim mən sizə. Birdən 3-ə qədər. Birdən 3-ə qədər. Bəyəmizə də görək nə qeyd edirlər. Birinci sual istə. Uşaqlar, mən 2 dəfə dərslərə qeyd elədim ki, ümumiyyətlə bunun bir dəqiqə səbirli olun. Bir dəqiqə səbirli olun. Mən bunu qayda üzərindən bunu bir dəfə deyim, çünki buna aid çox sual var. Səbirli ol, bizə dəqiqə. Bir dəqiqə görə bizim qaydalarımızda hara getdi bu qaydalar? Bir şey tapmaq. Müəllim onu şeydən də yazmıyorlar, həyəcanlandırmadan. Bir də Əgər qaydaları həyəcanlandırmadan. göstərmək istəyirəm də, qaydanı tapa bilmirəm. Qaydalar hardadır? Vallahi görəmirəm. Qaydalar Bir də hardadır? mən qayda deyəcək, D-nin üzərinə bir gəlməklə Hatta sonuncu. elə yazmaq olar və yaxud da ki, dediyim kimi də atomun quruluşunda belə bir qayda var idi uşaqlar. Biz demişdik ki, xlor həyəcanlanır. Ay sağ, bəli, tək elektron sayı valentdir. Bəli, tamamilə doğrudur. Uşaqlar, xlorun normal halıdır və xlor normal halda bir tək elektronu var və bu iki dəfə həyəcanlana bilir. Birinci həyəcanlanma halı, ikinci həyəcanlanma halı, üçüncü həyəcanlanma halı. Birinci həyəcanlanma da uşaqlar neçə tək elektron var? Bir, deməli, 1, 2, 3 dənə tək elektron var. Yəni D1 olanda 3 valent olur. İkinci həyəcanlanma halı 1, 2, 3, 4, 5. 5 tək elektron 5 valent. Və nəhayət, şu an buna nümunə deyək. Məsələn, 3 valentli nümunəyə deyək. Məsələn, kalium klorur 2. Müsbət 1, mənfi 2, 2-ni vur mənfi 2, mənfi 4, bu da müsbət 1, müsbət 3. H klor 2 də ola bilər, fərqi yoxdur. 5 valentə nümunəyə göstərək, H klor 3. Müsbət 1, mənfi 2, olacaq müsbət 5. Maksimum həyəcanlanma 7 valent. Buna nümunəyə göstərək, H klor 3. Müsbət 1, mənfi 2 və müsbət 7. Və belə isə uşaqlar, bunu bəzən bizim uşaqlar belə savadsızda bir yadda saxlama şəkli var. Həmişə deyirlər, oksigenin sayı D-nin sayından bir dənə artıq. Oksigenin sayı D-nin sayından bir dənə artıq. D bir dənəsə oksigen 2 dənədir. D 2 dənəsə oksigen 3 dənədir. D 3 dənədirsə oksigen 2 dənə 4 dənədir. Və belə bir savadsız yadda saxlama şəklimizdə var. Deyim, biləsiniz. Aydın oldu uşaqlar. Yəni bu əslində qalıb elmi izahı belədir. Elmi qaydası budur. İndi elmdən kənarda dediyim kimi də burada baxırsan oksigenin sayı 2 dənədirsə, oksigenin sayı ondan bir dənə artıq olub D variantı. Bu sırf xlora aiddir ha bu arada. Xlorun həyəcanlanma hallarına aiddir. Bununla bağlı verilən suallarda gözlüyü yum at getsin. Bax belə. Növbəti suala keçək uşaqlar. Növbəti sual. 3-ə qədər suala baxaq. 3-ə qədər. 3-ə qədər sual. Varmı 3-ə qədər sual? 3-ə qədər sualımız. Uşaq ikinci sualın Müəllim, cavabı. cavabları nədir? İkinci sualın cavabını deyirəm, narahat olmayın. İkinci sualın cavabı şu olar. Həm klorid turşusu, həm xlorun reaksiyasının kalsiyumdur, E variantı. Çünki kalsiyum plus klorid, kalsiyum klor 2 verir. Klorid turşusundan reaksiya bilirsən də. Kalsiyum klorla birləşir və buradan hidrogeni neyini çıxarır. Yəni cavabımız E variantı olacaq. Üçüncü sualda uşaqlar, bunu keçən dəfə dərsdə dedim. Əgər ki, kalium H üzərinə xlor gəlsə, temperatur olmayanda kalium klora və su verir. Biz buna Ravel deyirik. Amma temperatur ona sadəcə buran olur, 3 olur. Və biz dedik ki, kalium kloroid nədir? Kalium kloratdır. Yəni E variantı. Kalium klorat. Aydın oldu bu sual. Bu sual aydın Ha, oldu. xlorit var, nə olurdu? Necə? Axırı itlə qutaranda nə olurdu? Axır ilə qutaranda H-xlor O2 olur. H-xlor O hipoxloritdir. H-xlor O2 xloritdir. H-xlor O3 xloratdır. H-xlordur perxloratdır. Yaxşı. Hı, çox sağ ol. Bu xlorit oksijeni alacağında per maksimumdur. Ortada bir dənə xloritlə xlorat qaldı da. Aydın oldu. Bəli. Cəsəd turşuluq qabiliyyəti güclənmə olar da. Tamamilə doğrudur.
Növbəti uşaq dördüncü sualda biz dedik ki, ümumiyyətlə rabitənin polyarlı söhbətində H flor, H xlor, H brom, H yod. Yadda saxla, yuxarıdan aşağı doğru getdikcə polyarlıq nə edir? Azalır. Ümumiyyətlə, burada bütün rabitələr hidrogenlə halogen arasında olduğuna görə, ümumiyyətlə elektromənfi də nə qədər kəskin fərqlənərsə, molekul bir o qədər polyar olur. Mən də bilirəm ki, bu çətin bir şeydir uşaqlar. Hidrogenlə flor arasında rabitə ilə H-la xlor arasında rabitədə elektron cütlərinin çəkim söhbəti var da. Bu elektron cütlərin elektromənfili çox olan daha çox öz tərəfinə çəkir. Yəni flor bunu daha çox bacarır. Xlor isə bir tık. Yəni hansında bu çəkilmə daha çoxdursa, deməli o molekul daha polyardır. Aydın oldu? Daha polyardır. Yəni yuxarıdan aşağı doğru getsə polyarlıq azalır. Səbəb elektromənfili azalır. Yəni bunu belə yadda saxlaya bilərsən. Azalır desə 2, 1, 4, 3 A variantı. Dördüncü sual. Belə. Aydın oldu uşaqlar bu sual. Sualı verən yoldaşlar, dördüncü sual. Problem varsa deyin, izah edeyim bunu. Sonra, yoxdur problem. Müəllim, qeyri-üzvdəki reaksiyanın hamısını əzbərləməliyik, Sübhan deyir. Ay Sübhan, indi müəyyən qədər yollarını izah edirəm. Müəyyən qədər yolu olmayanları da bitər öyrən də. Başqa yolumuz yoxdur ki. Hamısını ən azından müəyyən qədərini əzbərdən çıxartmışıq da, müəyyən qədərini. İndi bir qədər qalır. Onu da bitər eləyək də, Sübhan. Yolumuz yox. Əmsallaşdır da. Əmsalına niyə burada saxlayırsan ki? 5-ci sualın cavabı uşaqlar kalium klorat, yəni A variantı. Kalium klorat Bertolli düzü. 6-cı sualı, Mələk 6-cı sualı izah elə görüm. Ay Mələk 6-cı sualı izah elə tez. 6-cı sualda oksigenin sayı 3-dən birdən çox olmalıdır, 4 A variantı. Aysa. Və yaxud da elmi izahını ver. Elmi izahını verə bilərsən, elmi Elmi izahını. izahı Aha. S-də bir dənə tək. P-dən S dənə tək. Gözü qorxmaya, bu da heç nə yoxdur. 3 dənə tək, orada da Aysa, toplam S dənə tək var. 7 tək. Aysa, 7 tək var. İndi H-lar İndi də oksidləşmə dərəcəsi ilə baxarıq burada. +1, -2. Müsbət 1, -8, müsbət 7. Və yaxud da ki, savadsız yol nədir? Oksigenin sayı deməli həmişə Birdən D-dən artıq olmalıdır. artı olur. Sonra 7-ci sualın cavabı uşaq. Cavabları deməmişəm. Burada cavab olacaq brom. Birisi də brom yodu çıxara bilir. Flor, xlor, brom yod yazın. Flor, xlor, brom yodu. Xlor, brom yodu, brom yodu yod ismini çıxara bilmir. Qarına qalsa deyəsən. Ona qədər sual. Ona qədər 8. 8. Bəli. Mən bu dərs zanı demişəm, yenə təkrar edirəm. Qardaş, diqqətlə qulaq as mənə. Sonra deyəsən hardan gəldi? Bax, ümumiyyətlə halogenlərdən o vaxt elektroz dərsində biz bir qayda demişdik. S, yod, brom, xlor, anion tərəfdədir. Çünki burada halogen almaq olardı. Sonra nə demişdik? Oksigenin turşu qalıqları OH, SO4, NO3, PO4, CO3, nəhayət flor. Demişdik ki, anodda, bilirsən, anod mənfi qütbdür, anod daha doğrusu müsbət qütbdür. Bəli. Bunlarda elektroliz zamanı özü alınırdı. S, ondan sonra yod 2, brom 2, Onda flor onlardan alınırdı, oksigen alınırdı. Aşağı ehtiyatlı olma, bu qayda elektroz dərsində biz bunu dəfələrlə danışmışıq. Sən diqqətli olmalısan, qardaş. Halogen almaq deyirsən, mən dərs izahında bunu dönə-dönə üstünə çırpıb ayaqlayaraq izah eləmişəm bunu ki, yadda saxlayın. Əgər sən flor almaq istəyirsənsə, həmişə duzu nə etməlisən? Ərintisinin elektroliz eləməlisən. Nə etməlisən? Ərintisinin elektroliz. Səbəb. Çünki sən kalium floru suya töküb elektroliz eləsən, katodda nə alınacaq? Hidrogen. Anodda nə alınacaq? Oksigen dedim axı. Oksigen turşu qalır. Florunda anod oksigen qazı verir. Su reduksiya olur. Daha sonra oksidləşir. Aydın oldu mu? Təkrar eləsə də hər şey əla olur. Kalium flor. Yəni cavabımız şu olur. Deməli, amma sən şey ala bilirsən. Xloru ala bilərsən. Problem deyil. Çünki kalium xlorun üzərinə su gəlir. Elektroliz eləyəndə katod hidrogen, anod xlor dedik, axı özü alır. Bir də kalium OH alır. Bromda eləyək. Amma flor olanmazsan. Cavabımız olacaq 1-3 D variantı. Almaq olar deyil də, hə? D variantı. Aydın oldu 8-ci sual uşaqlar. Yatmayın orada, yuxulamayın 8-ci sual. Bax qardaş, laf bunu bir yerə yaz əzbərlə. Bunu yaz bir yerə əzbərlə. Yaz bir yerə əzbərlə bunu. Yazırsan ki, müəllim bizə dedi ki, əgər ki halogenlərdən flor, xlor, brom yodda hər hansısa bir duzunun suda məhdulu söhbəti getsə, sən bilməlisən ki, florlu birləşmələrin suda məhdulu flor alınmır. Əvəzinə oksigen alınır. Bunu yaz bir qırağa, qoy qalsın. Sonra bunu gedib əl-əl axtarma orada. Burada ki, bax, nə edir bunun cavabı? Sübhan,
Sənin sualındır. Bu kimin sualı idi? Kimin sualı idi bu? Sübhan sualı. Ay Sübhan, sən nə tez yadından çıxdı? Sübhan, niyə yadından çıxartmısan? Flor xlor bromiyod sırasında nətər demişdi? Flor xlor bromiyodu çıxarır. Xlor bromiyodu çıxarır. Bromda kimi çıxarır? Yodu çıxarır. Yod ses vermir. Hə? Bu xlorla bu reaksiya gedər. Xlor o qədər qudurub ki, floru çıxarar. Natrium xlor plus flor alınmaz axı. Getməz. Amma bunu çıxara bilər. Gözün də çıxarır. Natrium xlor plus yod. Bunu da çıxara bilər. Nə alınacaq? Natrium xlor plus brom 2. Aydın oldu Sübhan. Açma yatdın. Başa düşdüm mən. Ha, başa düşdün. Dedim bəlkə yuxuya getdin. Sən arada bir olur dəstə yatırsan. Desək 10-cu sualı. 10-cu sual keçən dəfə topluda da var idi. Diqqətlə qulaq asın mənə. Sən axtararsan ki, hansı reaksiyada xlor alınır da? Manqan O2 plus H. Birisi də bu xlorun laborator alınma tən. Xəyal reaksiya nəticəsində nə alınır? Demək manqan xlor, xlor sonra su. Aysa manqan xlor 2, xlor 2 su. Görsən sərbəst xlor alınır. Heç ehtiyac yoxdur. Əslində qanda burada -1-dən 0 gəlir. Bizə nə lazımdır? -1-dən 0 gəlsin. Alınır. Əla. İndi gəlirəm. Natrium karbonatın üzərinə H gəlirəm. Ral, sən bu reaksiyanı tamamla. Natrium klor CO2 plus su. Aysa natrium xlorla birləşib H2CO çalında nəyə parçalanır? Karbon qazına suya. Əhsən. Bu da ikinci burada alınmadı ümumiyyətlə karbon qazı, amma burada alındı. Gələn növbəti kalium kloroid plus H. Bəlkə bu da yadında qalar. Qalıb müəllim. Hı -hı. Kalium klor plus xlor 2 plus su. Əhsən. Bertolli düzündən bağlı kimyada neçə dənə tənlik var idi? Əsas 3 dənə tənlik. Onları bir dənə Debora cəmaət xatırlasın. Kalium kloris plus fosfor var idi bir dənə. Aysa bir başdan başla oksigenlə. Kalium xlor üstə gərək oksigen verirdi. Oksigen laborator alınma tənliyi 2. Bir Bunu yazmışam da bunu 2 deyək. H klor. Bir də şey olan var idi. Plus fosfor var müəllim. Aysa kibritin alışması reaksiyası. Kalium klor plus P2. O vaxt mən sənə nə demişdim? Bu reaksiyanın sağında həmişə nə var? Kalium klor var. Bunlar məşhur reaksiyalardır. Bu reaksiyalar nədir? O, RR-dir. Oksigen reduksiya reaksiyasıdır. Çünki burada 0, burada 0, burada 0. Başa düşdün? Cavabımız olacaq 1-3 uşaqlar. Mən də belə mövzunun ətrafında biraz şagirdlərlə söhbət elədik. Cavabımız A variantıdır. Kimə qaranlıq qaldı 10-cu sual? Əla. Əla, vəsiyyət. Gedək növbəti. Bir dənə bu qeyri-üzvündə belini qırsaydıq, vallahi qəşəng çevirik, maşallah olsun. 11-ci sual. 11-ci sualda Müəllim, uşaqlar. Hə. orada ikinci punktda müsbət 1-dən gedirdi də o bir hissə, ona görə götürmədik. Yo, onu götürdük də, -1-dən 0 edir. Mən götürmədim onu. -1-dən nəyə 1-3 görə? dedi axı cavab. 1-3 dedim. Bu üstdə deyildi, yuxarıda. Bu Aha, reaksiya aha. üstdə deyildi. 3 hə. Gələk 11-ci suala. Dəmirin xlor turşusuna reaksiyadır. Dəmir plus HCl-dir. Biz hələ burada. Dəmir xlor 2, bir də nə alınır? H2. Nətər yadda saxlamağı demişdik? 2 maddə ekvivalentlə yadda saxlayırsan. 2 maddə ekvivalent. Yadda saxlama şəklidir bu təbii ki. Bu burada elm zat yoxdur. Əmsallaşdır. Reaksiyada verilən 3 dənə maddənin üstünə yaz 28. 28-dən alınan, bilmirəm nə qədər, x yazıram. 56-dan nə qədər alınır? 1 mol. Buradan x-i tap 0,5 mol. Deməli, cavabımız nə olacaq? E variantı. Ferin klor 0,5. Aydın oldu 11-ci sual. 11-ci sual. Qaranlıq qalan varsa, oradan mikrofon açıb danışa bilər. Problem varsa. Yoxdur. Keçən növbəti 12-ci sual. 12-ci sual yaxın illərin qəbul sualıdır. Yaxın illərin qəbul sualıdır. 12-ci sualda nəyə fikir vermək lazımdır? Temperatur məsələsi. Deməm, temperaturdan xlorat alınırdı. Aysa. O 3 olacaq. Burada Temperatur dedik ki, olanda. keçən dəfə dərsdə Mələk yadında da, bu da öldü bu eyni şey deməkdən keçən dəfə yadındadırsa. Natrium klorosu. Bu dedikdə bu temperatur olanda bu laborator suyudur da. Kalium olanda da J verir. Klorun üzərinə natrium OH gəlirik. Əgər temperatur olsa nə alınır? Natrium klor, Xlor olmuş natrium olacaq. kloroid və su. Bunların hər ikisində nə var? Hər ikisində. Hər ikisində nə var? Natrium klor və su var. Görsən fikir ver. AA. Ona görə bunlar getdi. Mənə maraqlı deyil bunlar. Yerdə nə qaldı? Natrium klor O. Deməli, bu bizdə kimdir uşaqlar? Bu bizdə kimdir? Y. MX, o X. Aysa, bu da X-dir. İndi bunları bir-birinə çıxmaq lazımdır, elə deyil? Bəli, arasında 2 dənə oksigen fərqi var. O da 32. Ondan söhbəti lazım deyil məncə. Mən ehtiyac duymuram açığı. Natrium klor O3-dən nəyi çıxacaq? Natrium klor 10-u çıxacaq, elə deyil? Burada da natriumlar getdi, elə deyil? Klorlar getdi. Neçə dənə fərq var burada? O3-dən o çıx, O2 fərq. O neçə qram eləyir? 32. Yəni devamlı. Bu sual modeldə də var uşaqlar. Model sualları da bu yer alıb uzun illər əvvəl.
Sizin yadda gəlməz. Siz onda hələ uşaqsınız, balacaydınız onda. Sonra 15-ə qədər sual. 15-ə qədər sualınız varmı 15-ə qədər? 15-ə qədər sual. 15-ə qədər sual. Sual məsələ yoxdur. 15-ə qədər. Mən buna cavabını deyim də budur. Şöyle burada müsbət 5-də tək elektronları sayılır. Bir dənə burada, 2 dənə də burada. 3 dənə tək elektron var. Deməli bu yalan. 2 tək burada, 3 tək burada, 5 dənə. Deməli bu da yalan. Doğru deyil, cavab elə B variantı. Şöyle burada birisi də 3S200P5. Orbitalları çəkib baxmamış. S-də bir xana var. P-də nə qədər? Belə deyil, P-də. Bir dənə tək burada var. Deməli mənfi 1 ola bilər, düzdür. Bu da maksimum həyəcanlama. 3S1, S-də bir dənə, P-də 3 dənə, D-də 3 dənə. Bəli, ola bilər. Maksimum 7 ola bilər. 13-cü soru. Soruşmamışdı deyə, mən ona görə gedirəm bunun üstündən. Müəllim, bir sual verim var. Deyə soruşmuşsunuz. Hə, mən də deyirəm axı bayaqdandır. Hansı maddələr, xlor hansı maddələr reaksiya daxil olmur? Qaydamız nə təridir? Hə, bildim. Hə. Sonra belə bir qayda demişdi o vaxt. Allah eləmiş yazıda qalar. Xlor, brom, Jones. ölçə belə öyrənir. Bütün ölçə belə öyrənir. Ha. Bu təkcə kimsə kəşf zadı deyil. Güvən dərs vəsaiti belə bunu bu cür yazıb izahda. John, sonra nə yazıb? Jones yazıb. Bunlar nədir bir-biri ilə reaksiyaya daxil olmur. Yəni fluor bizim orta məktəb kimyasına görə, bəli, onlar bir-birinə reaksiyaya daxil olmurlar. Yəni burada cavabımız olacaq 3 ilə 4. Yəni olacaq B variantı. Şöyle deyərsən müəllim, dəmirlə xlor, şöyle bu ferin kloru 3 verir. Natrium OH-dan bayaqlar yazdım. Soyuq olanda natrium klor su, qaynar olanda nə verir? Natrium klor O3 və su. Bayaqlar dedik də şöyle yuxarıda yazmışam reaksiyaları. 15-ci sual. Şöyle ferin üzərinə H olanda nə alınır? Ferin klorla birləşir. Ferin klor 2 və H2 alınır. Və burada biz də demişdik ki, berilyum, fosfor, silisium, alüminium, hidrogenlə nədir? Reaksiyaya daxil olunur. Deməli, burada alınan maddə ferin klor 2-dir, bir də H2-dir. Burada alüminiumla reaksiya getmək kimdir uşaqlar? Hidrogendir. Deməli, çünki bax bura, alüminium, hidrogen getmir reaksiya uşaqlar. Deməli, bizim Y-imiz kimdir? Y-imiz. Ay sağ ol. Hidrogen. Y-imiz kimdir? Y-imiz. Y-imiz Hidrogen. hidrogen. Y-imiz hidrogen olan kimi X-imiz kim oldu? X-imiz kim oldu uşaqlar? Ferin. Ferum xlor 2. Nə qəşəng oldu? Keçən növbə. Hə. Bizim orada alüminium ona görə veriblər. Hidrogen Aa, olduğunu saçısan topa belə biləsən. idi. H-klor plus su nə alınır deyir. Heç nə. Suda məhlul olur. Heç nə, suda məhlul olur. Əslində dissosiasiya edir orada. Hidroksiyon iyonu da mənə gəlir. Nəysə, amma yəni suda məhlul deyək də orta məktəb kimyasına görə. Yaxşı mı? Müəllim, bir də bir şey soruşa bilərəm. Doğru. H2SO4 fluorosun 2 sunun xüsusi bir adı var, yoxsa Nəyin adı? H2SO4, yəni sulfat turşusu fluorosun 2 su. Yox. Bunlara ümumiyyətlə sulfat turşusu higroskopitdə su özünə birləşdirir. Ümumiyyətlə sulfat turşusunun yanında N dənə suyun ümumi adı hidratlar deyirlər. Nə deyirlər? Hidratlar. Yox, xüsusi bir adım olduğunu bilmirəm. Mən bir də bir şey soruşa bilərəm. Oksigen metallarla hansı quruluşda birləşmə əmələ gətirir? Qeyri-molekulyar ion rabitəli. Oldu müəllim, sağ olun. Tamam, sağ ol. Qeyri-molekulyar quruluşda ion rabitəli daxil. Molekulyar quruluşda kovalent rabitəli maddələrə biz molekulyar quruluşlu, daha doğrusu molekul kristal qəfəs əməliyyatlarına biz molekulyar quruluşlu deyirik. İondur, metaldır. Ondan sonra onlara isə biz nə deyirik? İon, metal, atom. Onlara biz qeyri-molekulyar quruluşlu deyirik. Başa düşdün? Səbirli olaraq gedirəm. 16-cı sual. Uşaqlar, bir tipdə dezinfeksiya kimi hansı maddənin spirtdə məhlul uşaqlar yoxdur, bunu hamı bilir. Kimdə səhv olsa desin izah edeyim. Bu sadə sualdır da getməmiş üstüne. Kalium xloris bir saçla. Fikir versən bunu baxda 50 dəfə yazmışım. Nə anlar burada? Kalium xlor, xlor su. Deməli bizim X-imiz kimdir? X-imiz xlor. Gəlirəm uşaqlar. Xlorun üzərinə kalium OH gəlirəm. Soyuqdur uşaqlar, heç nə qoymayım reaksiyanın üzərinə. Javel. Kalium xlor, kalium xloros su. Bu da bizim nəyimizdir? Y-imizdir. Heç nə uşaqlar, bunlar emerlərin tap bir-birindən çıxdı. Bunlar emerlərin tap bir-birindən çıxdı. Kalium nesədir? Y-in emerini tapaq. Kalium xloron emerini tapaq. Emer kalium xloro 39 dəyər 35.5 üzərinə gəl 16. Bunun emerini tapıb biriz orada. Mən üçün test hesabla kalkulatorla. 90.5. Neçə? 90.5. 90.5. Yəni xlorkin emerini tap. 71. 71'in 90,5'den 71'i çıx. 19'dan. 19.5. Ha, Raul, o xlor natrium OH reaksiyası şeydir. Adi şəkildə laborator sudur. Javel hesablanmır. Javel ancaq kaliumdan olandır.
Javer ancaq kaliumla olandır. Kalium klor, kalium kloroz, bu da javer. Bildin mi? Xlor natrium aslında javer hesablanmır. Onu deməyim, o səhvdir. Sadəcə o qədər oxşuyurlar bir-birinə, elə bilirsiniz o da elə. 18-ci sual uşaqlar. Ferium plus H-klor reaksiyasında bir də bayaqdan 50 dəfə demişik. Nə alınır? Ferium klor 2, bir də H2. Burada alınan duzlar dəmir 2 kloriddir. Dəmir 2 klorid və bunun MR-i tapmaq lazımdır. MR ferium klor 2. Dəmir neçədir uşaqlar? 56-dır. Klor neçədir? 71-dir. Cəmlə 127. Cavabımız A variantı. Dəmir 2 klorid və 127. Kiməsə qırağına qaldı 18-ci sual. Dəmir isə dəyişkəndir uşaqlar. Dəmir valentini deməlisən axı. Dəmir 2 valentdir burada. Dəmir 2 klorid. Kiməsə qaranlıq məqam qalsa desəm uşaqlar. Valla bu dərs sistemi ilə var. Odunu da öyrətmək olar. İnanırsan. Daşı dindirmək olar bu dərs sistemi ilə. Daş diləcələri bu dərsdə inanırsan. Deyər mən də öyrənirəm. 19. Hansı reaksiya üzrə deməli xlor alınmır? Hansı reaksiya üzrə xlor alınmır? Uşaqlar bunlar hamısı qaydadır. Bu zaten məşhur reaksiya. Mən 2 dəfə sizə dedim. Burada nə alınır? Manqan xlorla birləşir. Manqan xlor 2, xlor 2 və zaten məşhur reaksiya. Xlorun labıda alınması. Arkadaşlar kalsiyumu plus H-klor. Bilirsən ki, bu əsası oksid, bu da turşudur. Mənfi 2, müsbət 2, müsbət 1, mənfi. Burada nə alınır? Duz alınır da. Kalsiyum klor 2, bir də su alınır. Arkadaşlar, nə olar? Bir dəfə arada bir mənim o izah edədiyim qayda var. O izah elə onun üzünü açın da. Orada vallah bunlar var. Bax, bu da var, bu da var, bu da var, bu da var. And Allah hamısı var. Yəni B variantı olmur orada. Ha, yəni mən cavab deyirəm B variantıdır. Yəni alınmır deyir, B variantıdır cavab. Yoxsa bunları deyirəm də, bunları deyirəm. Bunların izahını vermişəm axı dərsdə. Bir də necə izahda deyirəm axı hər dəfə. Mən həmişə uşaqların cavab B variantı uşaq 19-a nə yazmışdı? Yoldaşız yazmış ki, deyir müəllim bir də əvvəl təkrar olacaq. Bəli, niyə olmasın? Təkrar olacaq, bəli. Uşaq imtahana qədər bütün gücümü qoyacam ortalığa, narahat olmayın. Hələ bunun ikinci seriyası var adam. Bunun ikinci serial çəkilməyib belə. İkinci serial inşallah irəlidə çəkiləcək. Kalium klor, temperaturla kalium klor oyu çalmış. İnşallah bu nə idi? Kalium klorat idi. Yəni A variantı 20-ci sualda. Birinci hissə yenə təkrar. Təkrar eləyəcək uşaqlar, təkrar eləyəcək. Bir dənə birinci hissəyə nə az qalıb. İnşallah sabaha kükürdü versəm, bir dənə dişimizi sıxsaq, sabaha kükürdü bir dənə bitirsək var ya, super olar da. Ha, sonra 10 gün sonra finala çıxırıq. Ölkə üzrə bəli, gedirik döyüşə. Bir də ki, nə deyəcəkdim? Sonra 11-ci sinif üzvü kimyasına başlayırıq. 11-ci sinif üzvü kimyasına başlayan kimi dərhal nə başlayırıq? Ümumi sınaqlar. Da bir zəhmət başlayaq. Hər sınaqda 2 dənə sual qalsın. Ziyanı yoxdur. Onsuz da mövzu ola öyrədəcəm sizə, yaxşı. Qardaş, sistem qurulub və saat kimi işləyir. Hayana Fransızın uşaq deyənməzə müəllim, mən qəbul sual yazmamışam. O uşaq var, o uşaq. Amma zoomdan söylə. Kəllamayalıq. Elə bir 3-cü mərtəbədən aşağı atırsan. 21-ci sual. Heç kim deyənməz o sözü. Kalsiyum H2+ flor 2. Reaksiyon doğru olmayan ifadələnməyən. İnşallah bu bilirsiniz də qaydadır. Bu, mən dərsini izah edib, keçən dərsi xatırlayayım. Burada xlorlu əhəng alır. Xlorlu və ağarcı əhəng deyirlər. Bunlar hamısı bir yerdə. Bu bir qaydadır. İnşallah burada fikir versə xlor sıfırdan gəlir. Diqqətlə qulaq as mənə. Müsbət 1, mənfi 2, müsbət 2. İnşallah xloro, H-klorodan qalmadı. H-klorodan qalmadı. Müsbət 1, mənfi 2, müsbət 1. Yəni bu xloroda H-klorodan müsbət 1-dir. Bəli, həmin adam baş yazılmalı. O adam edam olunmalıdır birbaşa. Burada nə nədir uşaqlar? Burada bu doğrudur. Bu da doğrudur. Ay, səhv elədim. Ay uşaqlar, səhvdir bu. Bir oksidaşma dərəcəsinə 2 müxtəlifə gəlsə biz ona nə deyirdik? Disproporsiya. Proporsiya, öz-özünə. Qəşəng. Yalnız xlor nöqtəsində düzdür. Çünki ancaq xlor dəyişir. Başqa heç kim dəyişmir. Kalsiyum burada müsbət gedir, mənfi. Heç kim dəyişmir uşaqlar. Bir dənə xlor dəyişir. Ümumiyyətlə, yadda saxlayın, hörmətli şagirdlər. Halogenlərdən xlorun, bir də kükürdün. Qələvlər reaksiyasında ancaq halogenlər şey dəyişir, kükürd dəyişir. Yəni xlorla kükürd dəyişir. Qalan heç kim dəyişmir. Həmişə buraya. Keçən yazayım. Bir dənə mən sizə qəşəng konspekt yazdım. Qayda. Onu bir dənə yadıma sal. Mükəmməl qaydanı. Mənim şərəfsizliyə baxın sualda. Normalda oksidaşma reduksiya reaksiyası, amma molekulyar reaksiya yazır əvvəl. Ay sağ ol, sən bunu da arada fikir ver. Ay sağ ol. Eyni ilə bax gördün, əhsən. Amma adam çaşır hə. Oksidaşmanı görsən, amma bir dənə buna baxmırsan ki, ayda getdi. Molekullar arası deyilmiş, axı bu öz nədir? Hə, çox mundar sual. Gələk 22-ci suala. Şu 22-ci sualda biz bilirik ki, bir dənə yazıya gətirin, mən sizə nə dedim? Hidrogendən sonra yerləşən metallar var. Neft, zirvə, gümüş, platin qızıl. Dostu vardı. Platin qızıl münasibətsiz metalları. Turla getsin, turşlarla reaksiya getmir.
Yəni çıxararaq zərhəldə həll olur. O da ki, nitrat turşusu ilə H-klorun 3-1-ə nisbətindədir. Mis və gümüş. Daha bizə nə demişdik? Mis və gümüş Üç dənə dostu var. Qatı durusu bir də Sulfatın qatısı, nitratın qatısı, bir də durusu. Ay sağ ol. Ona görə burada H-klorun reaksiya getmirsə, deməli cavabın A variantına bir dənə köçülən, A variantına köçülən bir dənə kalium H-klor nedir? Nə verir? Kalium klor, kalium klorosu temperatursuz. Javi temperaturunu kalium kloru çalınır. Ondan sonra mən sizə nə öyrətdim? Kalium H plus H. Bu da əsas turşu reaksiyasıdır. Buradan H, buradan OH-ı çıxartdım. Kalium Və klor. su. Amma mis xlorla reaksiya gedir. Bəli, normal bir reaksiyadır. Mis xlor 2 alınır, amma mis H xlorla reaksiyaya getmir. Başa düşdün söhbəti? Dan gələdir. Hə. Sink ayrı məsələdir. Xlorla gedirəm bundan. Sink nə H xlorun getməsin. Özü canını da alırıq, hidrojen çıxardır başına. Bir dənə bax burada inan Allaha, bir dənə qaydan bilsən var ya, bu sual var ya, o bir variantlara baxmaq da lazımdır. Bax, C variantı misə görərəm. Çünki gümüş H-klor getmir axı, qardaş, mis getmir axı. Avtomatik ələnmir. Başa düşdün necə? Bu qaranfil, bu deyir ki, bilmərəm, bu yazıq pasif metallarda niyə heç kim reaksiya getmir? Nə bilim, münasibət adamlar, sink yaşı olanda ona görə, nə bilim, pulu çoxdur. Pasif metallarda reaksiya qabiliyyətləri yoxdur, çox zəif reaksiya qabiliyyətləri. Hə, metallar aktiv sırası, bəli, hamilə doğru. Arkadaşlar, Javel suyu, bəli. Javel suyu. Javel nədir uşaqlar? Javel almaq üçün biz nə edirik? Xlorun Kalium üzərinə OH. kalium OH gəlirdi, bəli. Kalium klor, O və su. Bu nə idi uşaqlar? Javel əmi, Javel suyu. Bəs ağırdı zəhənc nə idi? Xlorun üzərində kalsium OH gəldi. Uşaqlar, fikir verirsiniz. Mən ölüm, keçən dəfə yazdırdığımız qaydana bir 5 dənə sual var burada. Var da ən azından bir 5 dənə sual. Nədir bu? Ağardıcı və ya xlorlu əhəngdir. Bunları almaq üçün və bunların ortağında nə var? Bir də gözləginə. Bunu almaq üçün nədən istifadə edilir? Hətta 5 plus var, hə, ay sağ ol. Ortağında kim var? Bir də mənə kömək elə də. Hər ikisindən Xlor, nədən istifadə olunur? Hər ikisindən xlordan istifadə. Deməli, Y-imiz kimdir? Xlordur. Fikir ver. Hər ikisindən xlordan istifadə olunur. Javeldə A variantı olur. Hə, Raul, A variantı olur. Görənmirəm, mən yaxşı. Bəli, müəllim. Bəli, A'dır. Xoşum gəldi. Belə xor səsini. Onu bəyəndim. Belə xor səsini. Birlikdə, Fuciyədə. Ferin florla birləşir. Nə alınır? İngiliscə öyrəndim yeni sözdür uşaqlar. Birlikdə. Ferin flor 2 plus H2. Xəstə qışqırırlar. Deyir, nə olmaz? Səsin asılacaq ondan sonra. Deyəsən ki, əla. Deməli, uşaqlar, burada alınan maddə. İndi bir dənə bir şey deyəcəm. Bir dəqiqə, amma bir dənə bu sual kimdən soruşaq? Kimdən soruşaq? Bunu var burada elə bir ürəkli adam. Elmir, bəlkə səndən soruşaq, neçə vaxt danışmırsan, səsi də bağlayırsan, istirahət edirsən, narsız zadı görsən, mahnıya qulaq asırsan. Bəli. Elmir, sən bir də görüm. Ferim, xlor 2 və H2. İndi mən hardan bilim bunun hansıdır? Bunu izah edə bilərsən bu hissəsini? Hardan biləsiz hansıdır? Hə, hardan bilim? Yəni burada X kimdir ki, bu brom 2 ilə reaksiyadır? Bu nəyə görə? Müəllim, burada Y çıxıbsa deməli H2-dir. Niyə H2. H2? Niyə ferim kloru İyi gözləmir? müəllim. Qoy bir də elmi Bir- desinlər. Bir də elminə icazə ver. Hal-hazırda onun elmi müdafiə günüdür bu günləri. Brom xloru çıxarda bilməzlər. Bəli, brom kloru çıxaranmaz. Aydın olma, brom kloru nədir? Çıxara bilməz. Aydın oldu. Brom kloru çıxara bilməz. Ona görə uşaqlar, X-imiz kimdir burada? X-imiz kimdir? H2-dir. Biraz diqqətli olun uşaqlar. H2-dir. Deməli, Y-imiz kimdir? Y-imiz də ferin kloru. H2 plus brom 2-dən nə alınır? H bromsu. Kimə qaranlıq qaldı sual? Bir dənə variantda baxın da, görün variant harda olur. Variantı görə bilmirəm. Hə. Sual hansı? Uşaqlar, Y-imiz ferin klor 2 oldu. E variantı oldu. Hər uşaqlar cavab. Bəli, müəllim. Bəli. Az qalmışdı Elmiri biabır eləyim, imkan vermədim. Güclə onu mən tutmuşdum. Adı nədir? Siz bir oradan tez cavabını dediniz. Olmadı. İnanırsan az qalmışdı biabırçılıq olsun. İnanırsan Elmir az qalır qrupdur. Elmir qrupdan ayrıldı. 25-ci sual uşaqlar. 25-ci sual reaksiyalar. Kalium permanganat nə yaparsan? Oksigen alınmasıdır. Kalium 2 mangan O4.
manqan O2, bir də O2. Sonra bu birinci. Daha uyğunlaşdırası qalanların. İkincisi nədir? Florun üzərinə su gəlmiş. Flor suyu ilə yanır bildiğin. Taş flor Daş. və oksigen alır. Bizə turşu və oksigen alır. Bu ikinci. Üçüncüsü xlorun üzərinə kalium OH gəldi. Bunu bayaqdan 175 min dəfə yazmışam. Kalium xlorun, kalium xloro və su J beləmi. Sonra gəldik. Ondan sonra dördüncü də ki, bu da yenə çeynəlmiş bir reaksiyadır. Manqan O2 plus H bizə nə verir? Manqan xlor 2, xlor 2 və su. Sonra uyğunlaşdırın da hansı olur? Mələk hansı variant olur? Deyir, hə, B olur deyir. B. Sağ ol, Allah köməyin olsun. Belə. Keçək daha o reaksiya. O kimsə məndən soruşmasın. Ay müəllim, o nətər hesab edeyim? O mənə doğru soruşmayın. 25 nə oldu? 25 B oldu B. Uşaqlar, biz keçən dəfə dərs zamanı nə demişdik? Dedik ki, metal qeyri-metal reaksiyanın əzbərləyən nə edirdik? Edam edir, güllələmə verir ona birbaşa. Metalla qeyri-metal reaksiya əzbərləyən nə edirdik? Güllələmə verir ona birbaşa. Həbs. Çünki metalla qeyri-metal reaksiyasında belə bir qayda demişdik. Flor, xlor, brom yox. Metallarla birləşəndə mənfi 1, minimum göstərir də. 6-cı qrup oksigen küt, metallarla mənfi 2. Əsasən də. 5-ci qrup azot, fosfor, metallarla mənfi 3. 4-cü qrupda belə. Yəni şu an minimum götürür. Yəni başa düşdün. Ən azından biraz bir balaca adam işini rasatlaşdırır da. Ayso maksimum 7 çıxır da. Natrium plus xlor reaksiyasında nəyin əzbərləyəsən? Natrium xloru yanbayan qoydum. Bu bir da. Ayarlara heç nə yazmır. Sonra əmsallaşdırırsan da. Buraya 2 qoyursan, burada 2 qoyursan. Düzəldir. Gəlirəm kalsium üzərinə xlor gəlirəm. Kalsiumla xloru yanbayan qoydum. Bu 2, bu da 1. Şu ayında nə deyir bizə? 2 mol natrium verir. 2 mola 1 mol gedir də. Yəni 2-yə bir dənə x yazar. X bərabər cavab verəcək 1. 1-ə 1 gedirsə, 2-yə nəsə gedirsə uşaqlar? 2 cəmlə 3. Valla belə bu sualı düşüb də qəbulda yazmam sən nədir o? Biabırçılıq. Biabırçılıqdan o tərəfdə. İnan Allah, bunun üçün halogen bilmək lazım deyil. Dövrü qanunu bilmək bəs verir bunun üçün. Çünki siz bilirsiniz, dövrü qanunda biz bəlkə belə sual 60 dəfə demişik metal qeyri-metal reaksiyasını. Yəni ilk anlayışı bilən uşaq bu sualı yazmalıdır. Gəldi 27-ci suala. Sink plus H-xlor. Nə alır burada? Sink xlorla birləşir. Sink xlor 2 və hidrogen alır. Uşaq bunu da səliqən yazılır. Və. Ya Allahın adı. Bu nə qədərdir? 13 qramda aşağısında 1 mol 65 verim olsa sağ olsun. Uşaqlar, bir hansı reaksiyası üçün nə doğrudur deyir. Burada fikir verin, alınan qazı deyil. Burada litrlə verib. Buraya yazıram. Uşaq 1 mol 22-14 litrdə bilirsiniz də. Burada alınan buzda molla verir. Fikir verin molla. Bunun da altına yazıram 1 mol. Şöyle 65 neçə dəfə azalıb? 5 dəfə azalıb. Bunlar 5 dəfə azaltır lazım. Biri 5-ə böl. Sondakı o bir də 4,48 edir. Deməli bunlar nədir? 1-lə 2 nədir? Doğrudur. C variantı. Dəyişmə reaksiyası səhvdir. Uşaq dəyişmə reaksiyası nə olsun? Bu sual topluda var. Bəli, Elmir, topluda var. Dəyişmədir çünki əvəzetmədir. Dəyişmə reaksiyası mesela 2 mürəkkəb, 2 mürəkkəb almır axı. Əvəzetmə reaksiyası bir bəsit, bir mürəkkəb, bir bəsit, bir mürəkkəb. Cavabımız oldu C variantı. Tabii. Şimdi aydın olmasa desən, şu an kim başa düşməli söhbəti? Tam başa düşdü söhbəti. Belədir. Əla, mükəmməl, möhtərəm, möhtəşəm. Gəldi 28-ci suala. Uşaqlar, qulaq asın mənə. Mən sizə belə bir qayda demişdim. Demişdim, istər sudan, istər turşudan, istər qələvidən, istər zəhrimardan. Əgər bir element atomu hidrogen qazı ayıra bilirsə, ayrılan hidrogenin molu elementin Valentin yarısı qədərdir. Yəni bunu reaksiya bilmək lazımdır? Yox. Bilsəm onu da yazaram sənin üçün. Kalsiyum neçə variant? 2 variant. Ayrıda hidrogen nə qədərdir? 1 mol. Bax indi. Bu A-da başlayıb 3-də dayanıb. Sərfiyyat nə qədərdir? A-3 molla verir. Bayitətli orijinal. Bunun 1 molla nə qədər alınır? 1 mol. Buna nə qədər alınır? 2. A-nı buna tapa bilərsən? Valla bu qayda bizə nədir? Can dərmanıdır. Fikir ver. Tutat getdi. Qardaş, A oldu 5. Söhbət öldü. Və yaxud da ki, qulaq as mənə. Raul ki, itin yanındadır, it öz itin yanındadır, onu da kimi öyrədirəm. Sonra danışacaq, biraz keçsin, o danışmağı öyrənəcək, narahat olma. Artıq o elementlərdən başlayacaq. Bax belə. Şola, diqqətli qulaq asın, və yaxud da müəllim, bəs reaksiyanı yazmadı, yaxşı yazıram. Kalsiyum xlorla birləşir, kalsiyum xlor 2 və H2 alır. Yaxşı, xoşunuz gəlmişsə reaksiyanı yazmışsınız. Kalsiyum nə qədərdir? A-da başlayıb 3-də dayanıb. Sərfiyyat nə qədər? A-dan 3 çıxırsan da. A-3. 1 mola 1 mola alınırsa. Burada 2. Şu an alındığın deyildi olsa 2.
A-nı da buradan tapsam 5. Kimə qaranlıq? Uşaqlar, bu sual qəşəng sualdır ha. Çox ideal bir sualdır. Problem. 28-dən bağlı problem. Mümkün deyil oğlum. Ümumiyyətlə, yəni soruşuram da, bir görsən də orada bir deyəcəksin şeydə adı nədir? Mən onu başa düşmürəm. Bilmirəm də nəyim başa düşmürəm. Soruşaq da. Yoxdur müəllim. Müəllim burada da, müəllimi 2 dəqiqə yoxa çıxartdılar. İnşallah bu 29-cu suala axırda baxsaq olar. Çünki bilən beyniniz qarşılayacaq. Qoy ona axırda baxaq. 30-a baxaq. Onlara baxaq, sonra qayıdıb ona baxaq. Yaxşı, qoy beyniniz yorulmasın. O sual çox qəşəng sualdır. Məndə də qalıb. Yaxşı, izah edəcəm. Narahat olma. Şöyle deməli maqnezium. Çünki bilirəm də axır-axırda deyim ki onu böyle yorulmayasın. Çünki o sual çox qəşəng sualdır. Özə yaxın illərə düşür. Keçən ilə düşür bu sual. Keçən il qəbula düşür. 20 qramdır. Uşaqlar. Burada sən bilməlisən ki, maqnezium oyla qardaş H-lon reaksiyasından bilirsən də -2, -2, -1, -1. Bu bununla birləşir, bu da buna. Yəni burada qaz nə hardan gəlir? Heç nə. Yəni burada sadəcə duzla su alınır. Amma maqnezium plus H-lon reaksiyasından nə alınır? Maqnezium xlorla birləşir. Maqnezium 2 valent daha. Maqnezium xlor 2 və hidrogen qazı alınır. Uşaqlar, əmələ gələn qaza görə nə qədər qaz əmələ gəlir? 4,48 litr normal şəraitdə. Bu da 1 molda 22,4 litrdir. Qardaş, 23,4 litr qaz əmələ gələndə nə qədər maqnezium reaksiya daxil olur? 24. 24 qram. Bu 4,48 litr, 4,48 litr əmələ gəlibsə, qardaş, bu göydən düşməyib ki, elə deyil. Bu demək kimsə reaksiya gedib əmələ gəlib də. Deyirsən ki, nə qədər maqnezium olsa bu qədər qazanılır. Bu da eksi tap bir dənə 5 dəfə azalt. 4,8. Hə, 4,8. deməli bu 20 qramı 4,8-i bunundur. Problem yaşamırsan ki burada. 20-dən 4,8 saniyəsə qal, 20-dən 4,8 saniyədə. 15-13. 15,2. Deyirəm, bəlkə bu ilə sualı dəyişsə deyirlər, bu bizim faizini tapdı. Ona görə hər iki ehtimala deyirəm də. 20-yə nə deyirəm? 100% deyirəm. 4,8-dən çünki maqnezium faizini istəyir. Onda bir 24%. Neçə? 24. 24%. Qəşəng. Şola, baxın, deyərsiniz ki, müəllim niyə görə hidrogenə kökləndir? Niyə bu reaksiya? Axı, qardaş, alınan qaz deyil, axı. Burada qaz alınmır, axı. Burada qalınır da. Mən də özümə sual verdim ki, 4,48 litr hidrogen qazı alınanda nə qədər maqnezium lazımdır? Söhbət öldü. Vəssalam. Söhbət öldü. Bildin necə? Kimə qaranlıq qaldı? Açın səslə danışın. Müharibə elan edirəm. Birinci reaksiyonda bizə lazım olmadı da. Hə. Lazım olmaz. Çünki oradan hidrogen alınmır axı. Oradan hidrogen alınmır axı. Başa düşdünmü? Bəli. RAL elətdir. RAL maşallah qəşəngdir. O ümumiyyətlə o əvvəllər özü də deyir, bir vaxtlar yaza bilmədim sual var idi, amma indi su kimi. Ümumiyyətlə sual kimi görmürəm bir daha doğrusu. Yəni əslində qalanda bu yaxşı bir xüsusiyyətdir. Yəni şagird bir müddətdən sonra əgər o yazdığı sualı asanlıqla yazırsa, deməli o inkişaf edib, o öyrənib, böyüyüb yəni. Çox qəşəng bir şeydir. Yəni hər bir şagird bir yerdən sonra inkişaf edirsə, deməli proses gedib, iş gedib deməkdir. Uşaqlar, ümumiyyətlə mənim bir sözüm var. Məncə öyrənmək məsafəyə baxmır. Öyrənmək məsafəyə baxmır. Yəni onlayndır, nə müəllimi görmürəm, nə. Bunlar hamısı boş sözlərdir. Öyrənmək istəyən adam üçün əngəl yoxdur. Müəllimi diqqətlə dinləsə, suallarını versə, məncə kifayət qədər bəs edir. Yəni sən harda olursan o, öyrənəcəksən. Mənim şəxsi fikrim. Mən hətta deyərdim ki, onlayn hazırlıq sistemində yaradılan şəraiti əyani hazırda yaratmaq olmur. Çünki niyə olmur? Həm vaxt baxımından, həm məsələn, düşün, uşağı alt dəfə çağırırsan. Bu uşağı yollarda qalar. Bildim necə? Elə uşaq var 1 saat, yəni 1 saat, yəni 2 saat, həftəyə 12 saat getdi. Amma onlayn hazırlıqda nə tərdir? Uşaq oturur evində, qardaş, açır telefonunu, kompüterini qoyur qabağına. Həmişə də müəllimlə danışır, o da sualını verir, müzakirə ilə gedir də. Onlayn, bəli, onlayn hazırlıq sistemi biraz maraqlı sistemdir. Orada yəni sadəcə uşaq bir balaca disiplinli olsa, hədəflərini qoysa, məncə heç bir fərqi yox. Mən hətta onlayn hazırlıq sistemini, əyani hazırlıq sistemini üstün tuturam. Yəni bayaq dediyim faktorlara görə. Bu mənim şəxsi fikrimdir. Yəni bu nə qədər yanlış, nə qədər düzgün ola bilər. Bu sualda uşaqlar, ümumiyyətlə siz bilməlisiniz ki, brom birdən kimi çıxara bilir uşaqlar? Flor, xlor, brom sırasında, bəli, flor, xlor, brom yod sırasında bilirik ki, flor, xlor, brom yodu, xlor, brom yodu, brom yodu. Yəni burada bromada kimi çıxara bilər duzundan? Yodu. Yəni bizim ikisimiz kimdir? Yox. Sual kimi düşürük. Necə? Burada nəyə diqqət eləmək lazımdır?
Qazdır, yalandır. Çünki yod bərk alır. Adi şəraitdə bərkdir, düzdür. Spirtdən məhlulu bəli, yod dezinfeksiya edilmiş istifadə. Su ilə şiddətli yalandır. Ümumiyyətlə yod su ilə reaksiya edilmir. Nə qədər şiddətli olsun, elə deyil. Adətən uşaqlar, adətən birinci qruplarda, problem deyil. Adətən birinci qruplarda o şey var, doğru deyil, doğrudur. Adətən neçə variant düz gəlir, adətən. Adətən 2 variant uyğun gəlir, adətən. 3 variant çox nadirən uyğun gəlir. Çox az hallarda. Bilirsiniz necə? Çox az hallarda. Yəni birdən orada imtahanda ayda yadından çıxdı, su ilə reaksiya gedir, getmir. Amma sən bilməlisən ki, yox su ilə reaksiya gedir. Bu qaydadır, sən bunu bilməlisən. Şu an 32-ci sualda yenə çeynəlmiş bir düsturdur, ifadədir. Burada D2-dən sonra oksigenistan olacaq 3 dənə, D3-dən sonra oksigenistan olacaq 4 dənə, D1-dən sonra oksigenistan 2 dənə. Uyğunlaşdı getsin. Bundan mən sənə rahat deyəməyəcəm. Amma bir balaca savadlı öyrənmək lazımdır. Bu savadlı yolunu öyrətdim dərsin əvvəlində. Həyəcanlama halına baxırsan da maksimum 7 dənədir. Harda 7-dir? Burada bir-bir yazmalısan da gərək. Müsbət 7. H xlor O3, müsbət 1, mənfi 2, müsbət 5. H xlor O2, müsbət 1, mənfi 2, müsbət 3. H xlor O, müsbət 1, mənfi 2, müsbət 1. Aydın oldu mu? Deyir ki, müəllim, təkrar başlayacaq. Məmmədov da soyadın, Məmmədov, Məmmədov, tutanmadım, soyadını yazmışsın. Biz inşallah imtahana 5-6 gün qalmış, 5-6 gün qalmış. Biz daha da bir həftə qalmış, bir həftə qalmış, biz sizinlə ümumi dərslər keçəcəyik, ümumi dərslər. Ümumi dərslər bilsən nədir? Hər mövzuya nəyə diqqət eləyək? Hər mövzuya nəyə diqqət eləyək? Yaxşı deməli ki, qəşəngdir, inkişaf elətdirmirsən özü, maşallah. Görsən, düzəldirsən yavaş-yavaş. Hə, onları var, bir dənə mövzu, qəşəng təkrarlayırsan, nələrə düşəcək, nələrə fikir verər, şedevr bir şeydir də. Onları super bir şəkildə gedəcək, narahat olmayın. Deyir ki, xəyala deyir ki, 32 dənə sualdan 31 dənəsini düz yazır. Maşallah. Bir dənə yazmadılar. Halal. Yəni, bu demək ki, bu qəbul imtahanında olsaydı, 30 dənə də Raul düz yazıb qəbuldan. Super. Super, əla. 2 dənə yazmamışam. Qəşəng də, nə istəyirsən? Qəbullardan super yazmışsan da. Maşallah, bu reaksiyanın bayaqları yazılıb. Bir də mənə diqqətlə qulaq asın. Çox sağ ol, təşəkkür edirəm, minnətdaram. Düzəlt də nizamı, artır nəticəni, artır, çox işləmək lazımdır. Qərənfə, çox sağ ol, minnətdaram. İnşallah əziyyətiniz yerdə qalmaz. Valla biz işləyirik, biz işimizi ən yaxşı səviyyədə görməyə çalışırıq. Artıbsa füsür, daha da yaxşı olacaq. İnşallah bugün 15 yazsan, sabah 20 yazarsan, 20 yazsansa 25 yazarsan, yaxşı qəbullar düzələcək. Zaman az, iş çox prinsipi olduğuna görə uşaqlar, biraz mən də yoruluram, siz də yorulursunuz, bunlar anlaşılandır. İnşallah ki, yavaş-yavaş düzələcək hər şey. Burada nə alınır? Kalsiyum kloro 2 dəfə, kalsiyum kloro 2 dəfə və bir də nə alınır burada? Deməli, su alınır burada. Bunu bilməliyik uşaqlar. Bu bizim tənlimizdir. Cavarda 25 dənə düz olur. 29 düz olsa səhvsiz. Ooo, Nuray xanım. Nuray, sən dua elə. Sən dua elə, başla indidən. Sən dua elə 29 düz olsun, hamısı düz olsun. Bəli, görürsən uşaqlar, ciddi rəqiblər var, maşallah, ciddi rəqiblər var. Deməli, burada uşaqlar, kalsiyum bilişim müsbət 2-dir. Və uşaqlar, ümumiyyətlə, OH qrupunda heç məsələn mənfi 1-dir bütövlükdə. Mənfi 1 müsbət 2, kalsiyum müsbət 2, bu mənfi 2 müsbət 1-dir. Ən nəhayət müsbət 1, mənfi 2. Uşaqlar, xlor dəyişir də. Xlor bilirsiniz ki, 0-dan nəyə gəlir? Xlor 0-dan. Xlor 0-dan mənfi 1-ə gəlir. Xlor 0-dan müsbət 1-ə gəlir. 1 elektron alır. Bir elektron neyindir? Verir. Uşaqlar, alıb vermə elektron söhbətini bilmirsəniz, soldan sağa çıxına. 0-dan mənfi 1 çıxanda müsbət 1 qalır. 0-dan müsbət 1 çıxanda mənfi 1 qalır. Elektron alıb, elektron verir. Bu disproporsiya öz-özünə olduğuna görə aldığın əmsalları sağ tərəfə yazırsan. 1-1. Burada neçə dənə xlor var? 2, bu da 2, 4 dənə. Buraya 2 yazırsan. Və ən nəhayətdə kalsiyum aşkına qabağına 2 yazırsan. Uşaqlar, deyir reaksiyasında 8 idi. Uşaqlar, bu litri qoy kənara. Bunu 8 mol denən ən qəşəngi. 8 mol xlor oksidləşir. Xlor 2 oksidləşir. 8 mol. Xlor 2 oksidləşir. 8 mol. Aşağılar, burada fikir verin. Neçə dənə xlor var burada? 2 mol xlor var. Diqqətli testə başlayaq. 2 mol xlor var burada. 2 mol. 2 mol xlordan, yəni 2 mol xlor 2-dən. 2 mol xlor 2-dən. 2 mol xlor 2-dən.
1 molu, 1 molu neyinir? 1 molu azalır. 1 molu neyinir? 1 mol neyinir uşaqlar 1 molda? Artır. Diqqətlə qulaq as. 2 dənə 2 mol xlor yoxdur burada. 2 mol xlor. Bunun 1 molu azalır. 1 mol da artır. Yəni belə də molla götürsək də 1 mol artır, 1 mol azalır. Uşaqlar 8 mol xlor oksidləşir nə deməkdir? 8 mol Reduks edicidir, yəni. aysa 8 dənə xlor nə edib? Artıb. 8 dənə xlor nə edib? Artıb deməkdir. 8 dənə xlor nə edib? Artıb deməkdir. 8 dənə xlor. Normalda neçə dənə xlor artır? Normalda. 2 dənəsi. Aysa 1 mol xlor 2, 1 mol xlor 2 artanda, yəni 1 mol xlor 2 reduksiya edici olanda nə qədər xlor reaksiyaya daxil olur? 2 mol. Özünə sual verirsən, bəs 8 mol olsa nə qədər olar? X tapdıdan 16. Cavab oldu 16 uşaqlar. Cavab oldu 16. Bir dənə baxın görün, kimdə qaranlıq. Uşaqlar, bir dənə suala bir dənə diqqətlə baxın. Sual çox qəşəng sualdır. Bu sual səhv eləmirəmsə 2024-cü il səhv xatırlamıramsa kimya 1-ci qrupa düşüb, özdə 2-ci cəhdə düşüb səhv eləmirəmsə. 2-ci cəhdə düşüb. Bildim necə? Səhv xatırlamıramsa bu sual həmin vaxtda düşüb. Bildim necə? Səhv xatırlamıramsa. Bir dənə suala baxın uşaqlar. Suala bir ümumi baxın. Bu sual çox qəşəng sualdır. 16 yazdım düz çıxdı. Deyir ki, elə belə atdım deyir. Düz oldu. Oo, Nurayda hamısı düz oldu. Qəşəng. Qəşəng Nuray, qəşəng. Əla, super. Əla. Uşaqlar, burada dediyim kimi də burada çətin bir şey yoxdur. Toplam 2 dənə xlor var. 2 dənə xlor var uşaqlar. Yenə də deyirəm, burada diqqət olması bir deməli məsələ nədir? Biraz suala diqqətlə baxmaq lazımdır. Sual çox qəşəng sualdır. Təkrar izaha ehtiyac varmı sualda? Ha, 33-ün hamısı düz oldu. Baxın, uşaqlar 8 bu əslində çətin bir şey deyil. Bu çətin bir şey deyil. Bax, yenə təkrar edirəm. 2 mol xlor 2 deyil. 2 mol xlor 2. Bunun 1 molu neyini? 1 molu azalır, 1 mol neyini? Artır da. Valla çox asan bir şeydir. Uşaqlar, çox asan bir şeydir. Baxın bura. Biri artır, biri azalır. Adam deyir 8 mol oksidləşir. Deməli, burada 8 yazsın, burada x yazsın. Valla bu çox asan bir şeydir. Buna eksi da 16. Buna rahat məsələni öyrənin. Buna asan yol bilmirəm. Uşaqlar, kimsə bilsə mənə də izah edir. Valla bunu asandan bilmirəm. Kimsə bilsə mənə də izah edir. 2 dənə toplam xlor var. 1 mol azalır, 1 mol artır. Deyir 8-i artıbsa nə qədər daxil olmalı? 2 daxil olanda bu 1-dirsə 8 16 olacaq da. Rahat. Da qəbul sualları, mən ümid edirəm ki, cavabları da öz üçün çıxartdınız. Suallarda heç bir problem çıxmadı. Çox şükür olsun, redaktorumuz yaxşı gedib. Heç hərf səhvi belə olmadı deyəsən suallarda. Görsən, yavaş-yavaş işimiz öz bəhrəsini verməyə başlayır. Və beləliklə, bu günləri siz halogenlər mövzusundan qəbul sualları 17 il ərzində qəbul imtahanlarına istifadə olmuş test nümunələrindən tanış oldunuz və beləliklə içinizdə bir əminlik yarandı ki, biz bu mövzudan qəbul suallarını yaza bilərik. Bu arada uşaqlar ən çox yazan Nuray olub. 32 sual 32 də düzdür. Sonra 31 düzlə xəyala yazmışdı. Sonra real 30 yazmışdı. Digər uşaqlarda da 25, 20 və belə düz nəticələr oldu. Yəni, ümumi götürsək pis deyil, amma digər nəticəsi zəif olan şagirdlər də öz nəticənizi artırır. İnşallah artırasınız. Belə hörmətli şagirdlər, bu mövzunun deməli bu hissəsi ilə bitirdik. Yavaş keçək. Uşaqlar, quizimiz də var səhv eləmirəmsə. Hə uşaqlar, quizimiz də var səhv eləmirəmsə. Tamam, quizə də baxaq. Deməli, quizə də baxaq. Siz mənim canavarlarımsınız. Siz yetişdirəcəm sizi. Sizi yetişdirəcəyim hamınızı. Siz gözləyin. Mən sizə bu bir ayda bir dənə dərslər keçəcəm. İstəyirsiniz ayda. Hardan gəldi bu dərslər? Bir dənə mən halogenləri görənlər var, halogenləri. Halogenləri görənlər var, hə. Ayda bu dərslər hardan gəldi? 1-dən 5-ə qədər. 1-dən 5-ə qədər.
Halogenlər də uşaqlar sual yazıb döşüyün buradan. Halogenlərin cavabını atmamışıq uşaqlar. Halogenlərin cavabını Yox, atmamışıq. bunu da cavabını atmamışsınız. Yaxşı, onu Eyni. tez bazar yaxşı bunları da deyim. Yaxşı, ziyan yox. Ya, həm də eybi yoxdur, həllərinə baxıb bilir. Sənayedə xlor, uşaqlar, sənayedə xlorun alınmasını biz bilirik ki, səbirli deyəcəm uşaqlar, sənayedə xlorun C variantı, natrium xlorun ərintisinin elektrolizi. Budur. Bunlar laborator uşaqlar, bayaqların bir neçə dəfə demişik. Yəni burada natriumdan xlor alınır. Yəni bu laboratoriyada, daha sonra sənayedə alınır. Yəni uşaqlar, kim cavabları yoxlayın. 1 C, 2. Elə bu daha həyəcanlıdır. Euler-Venn diaqramında, uşaqlar, Euler-Venn diaqramında böyük reaksiyalar deyil, böyük reaksiya laboratoriyadır. Yadda saxlamaq deyil, böyük reaksiya. Uşaqlar, deməli, xlorla oksigenlə bağlı belə bir məlumat verib. Bizdə deyir ki, zəhərlidir. Uşaqlar, oksigen nə zəhərli? O zaman havalı nəfəs alır oksigenə. Zəhərli olan kimdir? Xlordur. Bu bura gedəcək. Qaz halında hər ikisinə aid normal şəraitdə. Azot da reaksiya daxil. Uşaqlar, azotla reaksiya daxil, oksigen daxil, xlor daxil olmur. Baxırıq da, flor, xlor, brom, yod, Jones reaksiya getmir. Yəni oksigenlə, daha doğrusu azotla xlor reaksiya getmir. Aydın oldu. Bir dənə ki, bunun cavabına baxın. Görün, harada düz veriblər. Hansı variantı göründü? Bir dənə cavabına baxın. Bəndə. B, açıq. E. Evet, yaxşı. Keçdim növbəti. Üçüncü sual. Tez bazar deyim. Şola, nə artır deyir? Bilirik ki, bu mən bir də özüm səliqəni yazım burada. Şola, ümumiyyətlə fikir verirsinizsə, testlərlə sanki mövzu daha da möhkəmlənir, hə? İstər-istəməz möhkəmlənir mövzu yavaş-yavaş. Yəni, heç bilməyən də ən azından müəyyən qədər məlumatlanır. Yəni, gözəl bir şeydir bu arada. Heç bilməyən belə öyrənir, öyrədicidir. Və burada istər-istəməz bir neçə dəfə deyirsən, avtomatik şagirdin beyninə yapışır da bir qədər bezdim, Allah ki bildim deyir. Şurası fikir, get-gedə artan nədir? Xlorun oksigen müsbət 1-dən 7-yə qədər artır da. Oksigen kütlə payı bu da artır. Bu nə yaşayırlar? Oksigen kütlə payı, get-gedə bu nə edir? Bu da artır. Çünki oksigen artır, get-gedə fikir verin. Amma xlorun kütlə payı artmır. Şu an bilsin niyə? Oksigen artırsa xlor nə qədər artar? Biri artanda o birisi azalır da avtomatik. Elə bir ki 10 dənə konfetdir. 6-sı mənim olanda 4-ü sənin olur. 7-si mənim olanda 3-ü sənin olur. 8-i mənim olanda deməli nədir? 2-si sənin olur. 9-u mənim olanda 1 sənin. Yəni mənim payım varsa sənin payın nə edir? Azalır. Yəni oksigenin kütləsi artırsa onun faizi nə edir? Adı nədir? Artır, amma xlor nə edir? Xlor nə edir? Hər ikisi azalır. Şu 3-cü sualda cavab 1-2 D variantı olacaq. İsə növbəti 4-cü sual. Tez bazar sualları izah edeyim. Bu sualda nəyə fikir vermək lazımdır? Məhlul turşuluq xassəsi azalır. Biz demişdik ki, H-flor, H-xlor, H-brom, H-yod. Yuxarıdan aşağı doğru turşuluq nə edirdi? Azalırdı. Turşuluq nə edirdi? Azalırdı. Azalırdı uşaqlar yuxarıdan aşağı doğru getdiksə. Deməli, bunların içərisindən qüvvətli turşu kimdir? H-yoddur. Burada əslinə qalanda nəyə fikir vermək lazımdır? HX, HY, HZ. Gəlin elə belə götürək də. Ən qüvvətli kimdir bunların içərisində? Gəlin elə buradan götürək. Gəlin buna şey deyək, X-ə brom deyək, ən qəşəngi. Sonra buna kim deyək? Uşaqlar Y-ə. Y-ə xlor deyək. Z-ə nə deyək? Flor deyək. Həqiqətən H-brom, H-xlordan, o da H-yoddan nədir? Şeydən H, daha doğrusu H-flor deyək, daha doğrusu. H-flor. Uşaqlar bunu biləndən sonra ben məncə qalan aydın da. Bilirsiniz də flor, xlor, brom yod sırasında. Flor, xlor, brom yodu çıxarır. Xlor, brom yodu, brom yodu çıxarır. Uşaqlar, Y kimdir bizdə? Y kimdir bizdə? Yadmaz da Y kim olduğu. Y xlordur. Xlor. Xlor şeyi çıxara bilər, bromu çıxara bilər, bəli. Sonra bu qalsın nələrdir? X kimdir bizdə? X. Bromdur. Brom floru çıxara bilər, qələt edir. Baxa buna HX plus natrium verir. X nə idi uşaqlar? X. H brom üzərinə gəlinsin natrium xlor. Uşaqlar, belə bir reaksiyada mümkün deyil. Çünki bizim nə mümkün deyil? Eyni sırada duran turşular bax bir-birinin duzundan çıxarıb. Ölçüntü alınarsa. Bəli. Yalnız bir oldu cavabımız. Yalnız bir C var ya. 4-cü sual. Buna da mümkün sualdır bu. Mümkün sualdır bu. Allah. Müəllim, Hə, axırıncı niyə olmadı? bu niyə olmadı? Natrium xlor. Yox, axırıncı yazdığınız. Bu. Hə. Yəni bilirsən də H xlordur, H bromdur, nitratdır, orta fosfor. Bunlar eyni qüvvət turşular daxil. Bunlar nə vaxt bir-birinin duzundan çıxarır? Çöküntü olanda. Ay sağ ol. Qəşəng sualdır, hə, xeyirlə şey deyil. Deyir, bu sualı 10 uşağa attım, 3-ü düzgün yazdı. Amma mən də düz yazmışım. Heç nə? Əslən düz yazmalıyım. Kim düz yazmalıdır?
Krallığın nümayəndəsisən də sən. Krallığın. Xlor 3 kişi adamın da çeynəli də budur. Cavab C. C, bildim. C, C. S var yəni. Valla da bezdim o sual yazmaqdan. Hansı reaksiya baş verir? Bunu da biriz desinlər. Var orada bir dənə ürəkli adam. Bəli. Müəllim, birinci xlorla florun reaksiyası, yəni məncə normal. Xlorla oksigen getmir, kükürlə yox. Zons getmir. Bəli. Xlorun oksigen getirmiyor. Bəli, bəli. Flor, xlor, yox, zons getmir. Onsuz da qarşı-qarşı getmirlər. Cavab xlorla flor. Xlorla flor müxtəlif birləşmələri var. Xlor flor 3 ola bilər, xlor flor 5 ola bilər. Alınan birləşmədə xlor flor 3 ola bilər. Xlor flor 5 ola bilər. Bu belə bir şeylər. Yəni bu dəyişir də, yəni bu dəqiq amma ki alınır, narahat olma. Yaxşı. Bəli, bəli, belə şeylər də var. Şu halogen öz arasında birləşirlər. 7. Xlorun sənədi tətbiq sahəsidir. Xörək duzunun alınması. Uşaq xörək duzunu niyə xlorun sənayda? Xörək duzunu gəlirlər çöldə barda yığırlar, təmizləyirlər də dənizin qıraqlarından. Nə dəxlis? Suyu xlorlaşdırırlar, bəli, bu doğrudur. Sönmüş əhəngin alınması da bəli. Sönmüş əhəng, yox, yalandır. Sönmüş əhəng şurada kalsium muaşikidir. Ha, valla kalsium muaşikidir. Kalsium muaşiki, kalsium onun üzərinə su gəlirsən, alınır kalsium muaşiki. Yəni sönmüş əhəng şurada, bunu siz özünüz də eləyə bilərsiniz də. Gedirsiniz inşaat mallarına, kalsiumu alırsınız. Gətirsiniz suya tökürsünüz, olur kalsium muaşiki. Bu sönməmiş əhəngdir, bu sönmüş əhəngdir. Reaksiya əhəngin söndürülməsi deyirlər. Yəni cavabımız oldu yalnız 2, yəni D variantı. Keçək növbəti suala. 8-ci sual. Flor üçün hansı ifadə doğrudur? Uşaqlar, flor kəskinli zəhərli boğucu qazdır. Bəli, bu doğrudur. Ha, aysa, bəli, doğrudur. Deməli, bu belə. Təbiətə sərbəst şəkildə yalan söhbətdir. Təbiətdə özü geniş yayılır böyle sərbəst. Yalansa. Oksigen adi şərtdə reaksiyaya daxil olur. Yox, bu da yalan söhbətdir. Birləşmədə yalnız mənfi 1 olur. Bəli, 1-4 B var. Yəni, uşaqlar, oksigen adi şərt getmir. Flor, xlor, bromiyot, zons getmir reaksiya. Oksigen adi şəkildə səhvdir. Təbiətdə sərbəst deyil. Sərbəst biliyor. Sadəcə səhvdir. Burada cavab 1-dən 4 B variantı. Sonra keçək növbəti 19-cu suala. X, Y, Z elementləri 7-ci qrupun A qrupunda yerləşir. İyonlaşma enerjisi ən kiçik olan T-dir. Aşağıda nə dedik biz? Flor, xlor, brom, iod. Yuxarıdan aşağı doğru getsə nə azalırdı? Ram nə inirdi? Ram azalır. Yəni reduksiya edici atom radiyası metallıq azalır. Amma nə artırdı? Qeyri-metal, daha doğrusu ram artırdı, üzr istəyirəm. Ram artırdı yuxarıdan, çox üzr istəyirəm. Azalan nə idi? Qeyri-metallıq, oksidləşdiricilik, iyonlaşma enerjisi, elektron hərislik, elektron mənfili. Bunlar nə edir uşaqlar? Azalırdı. Ayrı kimi də xlor 2 plus oksigen yox. Belə bir reaksiya yoxdur. Xlor 2 plus O2 reaksiyasını görməmişəm. Amma ki, florla var, bromla var. Yəni sadəcə orta məktəb kimyasına görə yoxdur. Siz də öyrənin. İyonlaşma isə ən kiçik olan T-dir uşaqlar. Mən bilmirəm ki, burada T kimdir. Uşaq T kimdir burada? T kimi deyək. Ən kiçik olan. Deməli, bu Y-imiz kimdir? Y-imiz kim olsun uşaqlar? Deyirəm, bir də mən kömək edin də mənə. Ən kiçik olan T-dir. Deməli, bu T kimdir? T. T kimdir uşaqlar? Yoxdur. Dedim, yuxarıdan aşağı azalır da. Y nüvəsi üçün ən kiçikdir. Deməli, Y kimdir uşaqlar? Bu Y-dir. Yuxarıdan aşağı bu 9, bu 17, bu 35, bu 53-dür. Ondan sonra daha doğrusu bunu da bildi. İndi tapmağı kimdir görək? Və ən nəhayət turşuluğu HZ-dən böyükdür. HX-in turşuluğu HZ-dən böyükdür. Bizdə bir şey H-flor, H-xlor, H-brom, H-iod sırasında yuxarıdan aşağı turşuluq nə edir? Güclənir. Əgər X-in turşuluğu Bunda X bromdur da. Bəli, bu X-dir. Bu da kimdir? Z-dir. Şu hamısını tapdıq. Elektromənfili artmadır. Elektromənfili bir sənə də buradan bura artır da. Deməli T, X, Z, Y. Var belə cavab? D variantı. Bu belə. Problem var. Şu an biraz geniş sualda. Biraz geniş sualda. Sizə belə çox... Yuxarıdan aşağı turşuluq azalırdı elə. Necə? Yuxarıdan aşağı turşuluq azalırdı. Artır, hayır, yar, qüvvət turşuluklarından nələr? Nitrat, sülfat, H-xlor, H-brom artır. Niyə flor demirsən? Bildim mən. Baş. Baş. Yandan çıxmayacaqsan, ispat. Hı. Uşaqlar, 10-cu sual qəbul imtahanı proqramından çıxarılır. Əvvəllər güvənə düşür deyə müəllim. Hə, bu çıxarılıb lazımdır. Bu reaksiyanı öyrənməyin. Bu da natrium sülfatı alınır, brom alınır, SO2 və su alınır. O yüzden H2S alınır, yod alınır, su alınır. Orta məktəb kimyasından çıxartılır.
Su. Keçək 11-ə. Flor, xlor, brom yox sırasında uşaqlar yoxdur. Bəli, Araz yayınlarında var. İndi çıxardı uşaqlar, əvvəllər var. İndi əvvəl hətta modellərdə var ki, qəbul imtahanında da istifadə olunur bu sual. Əvvəllər indi çıxartdılar, son vaxtda çıxardı. O, biraz uşaqlar çox çaşdırırdı o. Çox çaşdırdı uşaqları o reaksiyalar. Onu çıxartdılar qəbuldan. Onlar da işləyir, bəli. Flordan yola doğru getsə nə artır? Ram artır. Ram nədir? Reduksiya edicilik, atom radiusu, metallıq. Atom radiusu, reduksiya edicilik və uşaqlar, deməli cavabımız oldu 2 ilə 4. Artan deyir 2 ilə 4. Uşaqlar, bilirsiniz də qrup daxilində valent elektron sayı dəyişmir. Hamısı da 7 dənədir. Çünki NH2 MP5 daha. Oksidaşdırıcı azalır. Elektromənfi da azalır. Uşaqlar, cavabımız oldu 2 ilə 4. 12-ci sual. Uyğunluğu müəyyən edin. Uşaqlar, bunu gəl bir tamamlayasan bu reaksiyaları. Bir tamamlayasan. Gəl bir tamamlamaq lazım bu reaksiyaları. Bir. Kalium permanganat nə yapar? Üzərinə H-solium nə olur uşaqlar? Kalium 2 mangan. Hə, bu. Kalium Flor, klor. mangan, flor 2 Mangan, plus flor flor 2. 2 plus su. Ay, sağ. Xlor burada nədir? Sıfırdır. Müsbət 1, mənfi 1. Mənfi 1-dən sıfıra neydi? Artır. Nədir burada? Yalnız reduksiya edici, yəni artır da. Bu bura getdi. Gələk növbəti C-yə uşaqlar. C burada gözümə dəyir deyə tez yazım bunları. Natrium OH-la nə verirdi bizə? Natrium OH-la. Natrium xlor O və su. 0, mənfi 1, müsbət 1. Uşaqlar bunu bərxən əldə yazmışam deyə. Həm artır, həm azalır. Bu nə idi? Həm oksidaşdırıcı, həm reduksiya edici. Gələk buna uşaqlar. Natrium flor. Ümumiyyətlə natrium nə birləşir burada? SO4 ilə birləşir, bir də H2 var. Uşaqlar burada heç kim dəyişmir. Yazıb baxa bilərsiniz. Gəldik. Florun üzərində natrium OH gəldim. Burada nə alınır? Natrium flor, O flor 2, bir də su. Flor sıfırdan nəyə gəlir uşaqlar? Flor sıfırdan. Müsbət 2, mənfi 1. Sıfırdan nəyə gəlir? Mənfi 1-ə gəlir. Səbirlə yazıram uşaqlar. Natrium flor, O flor 2, su. Sıfırdan nəyə gəlir? Mənfi 1-ə gəlir. Deməli, burada nə edir? Yalnız oksidaşdırıcı. Başqa uşaqlar, burada müsbət 1, mənfi 1. Onsuz da azalır da. Bu, bura getdi. Ən nəhayət gəldi kalsium florun ərintisinin elektrolizi. Kalsium alınır, bir də flor alınır uşaqlar. Müsbət 2, mənfi 1, bu da 0, 0. Mənfi 1-dən 0-a nə edib? Artıb, yəni reduksiya edicidir. Bu da bura gedəcək. Biraz uzun dərə sualdır. Çox belə gözünüzü qorxutmayın sualdan. Elə bir dəhşət izimzat yoxdur sualda, amma biraz uzun dərə sualdır. Biraz uzun dərə sual. Gəldik növbəti uşaqlar, nəhayət 13, 14, 15-ə də baxaq. Laborator uşaqlar, manqanoki Ləman müəllimin tapşırığı ilə manqanoki haşlı təhsil edib və müəllim Müəllim qaytara bilərsiniz, bir yaxşı suala yazın. mən yazmaq istəyirəm. Aləm nəydi burada da bilmirəm. Burada it yiyəsini tanımır bu saat gözdə. Bir dənə onu getmə aparım yerinə. Mən texnologiya adamıyam. Bir dəfə geri qaytardım hər şeyi. Sağ olun. Sən də sağ ol. Görürsən mən. Bunu harada öyrənmişəm bilmirəm. Texnologiya. Çopolun texnologiyası. И все. Поздравляю тебя. Rus dilində bildiyim tək sözlərdən bu arada. Я могу говорить по-русски, да, olmadı ki. Arada bir üç tane cümle öğrenirik. Yandan birlikte bu. Ha şey de deyirəm ki, adı nədir? Ha, inansın 2 cümlə billəmi? Ha, öyrənməyə başlamışam da, bəli. Bir dənə bunu öyrənmişəm. Ya могу говорить по-русски. Yəni mən rusca danışmağı bacarıram. Mən ты можешь? O da deyir ki, yox. Ты, hə, sən bacarırsan. Hə də ты можешь? O da deyir ki, нет. Я не могу. Mən danışmağı bacarmıram. Bəli, bunun nə əlaqəsi var idi bilmədim. Yəni niyə mən burada ki, bunlar deyim özüm də bilmirəm. Yəni havalanıram desəm mən yavaş-yavaş. Manqan, xlor, xlor, yavaş-yavaş mən şizofren oluram. Ha belə. Uşaqlar deməli
Buradan da alınmış qaz, alınmış qaz, reaksiya zamanı alınan qaz uşaqlar. Burada xlor 2 alınan qaz. Xlorun da kalium OH-ın qaynarı nə verildi? Kalium klor, kalium kloroid və su. Uşaqlar bunu yazdıq. Demək bunun əmsallaşması burada çətin bir şey deyil. Xlor 0-dan -1, bir də müsbət 5-ə gəlir. Bunu 50 dəfə izah eləmişəm dərs sırasında. Çox da belə üzərinə getmək istəmirəm. 1 elektron, xlor 0-dan xlor müsbət 5-ə 5 elektron, 1, 5, yerini dəyiş, 5, 1. 5, 1, 6 kalium, bura 6, burada 3 yazırsan, burada 3 yazırsan. Yazdıq, əmsallaşdığı getdi. Ha, məndən nə yazır? Bəli, uşaqlar, mən yeni bir qrup açıram. Mənimlə rus dili öyrənin. Bəli. Olmadı, necə öyrənirik də. 13 düzüm var buradan. Qəşəngdir də. 13 düzüm varsa əladır. Əgər uşaqlar, bu çətin sual verir uşaqlar. Bunu da dedik. Bunu əslində yazmışdım. Prosta nəsə yadıma çıxdı. Bir də gözləyəcəm. Bəs səliqəsiz bir reaksiyamız. Bir dənə reaksiyanı təzdən yazın. 3 dənə xlor 2, 6 kalium OH-la, 5 dənə kalium klor, bir dənə kalium kloroid, bir də 3 dənə su əmələ gəlir. Yazır ki, test nəticəsində 1,12 litr qaz sərf olunması. Bura 11,2 yazıram. 3 mol 67,2 litr. Reaksiya neçə qram kalium OH-la? 6 vur 56. Buna da bir x-dir. X-i buradan tap bir dənə. Altda azalt da. Daha beləcə 56. Belə uşaqlar, gəldik bu quizin sonuna çatdıq. Ümid edirəm ki, sizin üçün adı nədir, bir faydalı bir belə deyək də izahlar oldu. Hə, uşaqlar, faydası oldu da bu izahların. Axırda 2-3 kəlmə ruscada öyrəndiniz. O da sizə 2 qat bonus oldu. Adı nədir, ruscada yaxşı birisi ki, müəllim onu da bilir. Faydasız bir dərslə. Nihat kimyədən başqa hər şey öyrəndi bu dərsdə, inansan. Bəli, uşaqlar, burada hal-hazırda gərgin bir mübarizə gedir. Çox gərgin mübarizə. Həqiqətən bizim şagirdlər onlayn olmasına baxmayaraq, deməli, burada da bir mübarizə adı nədir, mövqeyindədirlər. Burada mən 30 dənə yazdım, sən niyə 100% yazdın, mən niyə az yazdım, nömrə verməməsən, harta qalırsan filan. Hal-hazırda iş məhkəməyə qədər gedə bilər, yəni. Bu belə bir gərgin durum var hal-hazırda. Allah'ın xeyir etsin. Cabbar yenə götürdü oxlarını gəldi. Hər də yığışdı da bunu da. Buna bax sən canım. Bizim danışdığımıza bax, bunun elədiyinə bax. Buna bax sən canım. Buna oxlarına bax. Uşaqlar, fikir verin, oxlara dəyişikliyi var, fikir verirsiniz. Oxlara dəyişikliyi var. Oxlar daha uzun və itidir, fikir verirsiniz. Bu Cabbarın IQ-sünün yüksəldiyini göstərir. Baxın bura. Bu onun IQ-sünün yüksəldiyini göstərir. Baxın, oxlar daha böyük və iti ucudur. Elə bir ki, hər hansı Mən əvvəl paleolitdə idi, indi mezolita keç. ox və kamanın kəşfi. Hə, buna bax, buna bax, bu oxlarına zada bax. Hə, çıx da daş dövründən. Hə. Ha, o belə. Hadi aləm vurdu. Ya, Cabbar, ona bax, Ərkün uşaqlar kimi bütün aləmi qatırır. Qonşu evə gedir, dinqamən uşaqlar olur. Hər şey dağılır, vurur birinə. Bax, onun kimidir. Uşaqlar, deməli, artıq testlərimiz də bitdi. Adına da buna bax, ekran nə günə qoydu. Ayı, bu dərsi YouTube-a qoysam biabr orta altda biz biabr elədik ki, müəllim dərs keçmir, da uşaqlarla. Nə olur, bu dərsi qoymaq olar belə. Bax belə, bu kimdir bu? Ekran niyə bu günə qoyursunuz? Uşaq, bir ekran günahı nədir? Hep dəlixana deyil. O belə. Buna bax, sən də, buna bax. Benim bir de demişti demeyeyim ondan o şey IQ'sunu yarıştırır. Bu kavala kesin. O arada yadıma çıktı. Şimpanze ilə dirəşib IQ-də. Mən mi keçirəm, sən mi? 85, 86, 83 dirəşiblər arada. Allah cömertsi olsun. Ekran arada yadıma çıktı. Hiç ağılda gelmez. Dirəşib şimpanze ilə. Bu dəfə mən səni qabaqladım. Ayşə deyir, mən də ekranı yazdım. Yaz Ayşə, yaz. Uşaqlar, ekranı yazmaq günüdür. Yazın. Mələkə xala da bizi yazacaq imtihanda. Yazın. Yazın. Ürək sözlərinizi yazın.
Baba. Ev içi sən nətərdir? Bunlara bax. Birinə şimdi yazılar. Qarşıla bir-birinə. Bir, ona bax. Hərə öz bildiyi şeylər yazır. Yazın uşaqlar, yazın. Şu, ürəyiz rahatladı. Şu. Şimdi hamımızın yazdığını mən sevirəm. Şu. Belə uşaqlar, ürəyiz rahatladısa artıq yavaş-yavaş digər məsələlərə keçək. Hadi все, daha sonra şu anda ekranı qaralamayın, şu anda yığışdır ekranı. Şola, deməli biz sizinlə artıq belə deyək də təzən o qədər ərin barmağını yorun. Mən də bir toxunuşdan ekranı silirəm. Həyatın acı tərəfi. Şola, deməli bizim topluda da səhv eləmirəmsə müəyyən qədər suallar qalmışdı topluda da. Hanı bizim topluda? Bəli, qalıb. Buna bax, şola Cabbarov şəklini də seçmək öyrənir, fikir verin. Bu Cabbarov şəklidir, baxın. Oxşayır mən. Zemfira deyir, səbrinizə heyran qalmış. Mən neyinim, daha neyinim bu uşaqlar. Cabbarın şəklinə baxın. Bunu biraz üzünü, biraz bunun burnu da bunun hardırır. Cabbar, burnun yoxdur sənin. Bu da sənin burnun olsun. Bu da sənin ağzın. Bu da sənin qaşların. Yaxud da çəkimizdən axıra qədər çək də bunu. Biraz elə bir daha qəşəng oldu Cabbar. Bu səndən daha yaraşıqlı oldu. Fikir verirsən. Bu elə bir daha qəşəng oldu. Həm ciddidir, həm də inkişaf edir. Fikir ver. Alt çənə sümüyü də düzəlib. Neandertal adamdır bu. Bu belə. Təsəvvür ki 50 il sonra hə, belə əsl edəcək sübut edəcək ki, vallahi biz dərs keçirdik. Allah haqqı dərs keçirdi. Vallahi müəllim arada 5 dəqiqə zarafat elədi. Hə, Müəllim, biləndə kimya dərsi. inşallah hamı Necə? yüksək yazar. İnşallah hamı yüksək yazar. İndi az yazamadılar. Təbii ki, o həyatın qanunu. Bu videoları YouTube'a qoyacaq, baxarsın. Hə, bunlar nədir? Bunlar bir arasını. Belə. Hə, buna bax. Bunun saçına, başına, qulaqlarına bax. Hə, bundan oyun çıxardır. Cabbar, sağ ol. Şola, keçək başqa. Topluda nə suallarınız qalmışdı? Hidrogen halogenitlərdə. Əslində topluda qəbul suallarının bir çoxuna baxdıq, bir çoxuna baxdıq. İndi görə digər məsələlərini. Digər məsələlər nədir? Hə, şola verin suallarınızda hidrogen halogenitlərdə. İlk 20-likdə nə suallarınız var? Onları da verin. Bir 10-15 dəqiqədə buna baxaq. Onsuz da əslində qəbullarda baxmışıq çoxuna. Topludan çoxuna baxmışıq onsuz da əslində. Qəbul suallarında var da. Ona görə. Belə ümumi olaraq nəsə problemlər varsa, deyin orada da baxaq. İlk 20-likdə uşaqlar, hidrogen halogenitlərdə ilk 20-likdə nə sual var? İlk 20-likdə. Doqquz varmış. 9. Uşaqlar, bu qayda əzbərə qaydadır. Qayda. Əzbərə qaydadır bu. D variantıdır. Hidrogen xlorun sənaydə alınması. H2+ xlor2 reaksiyasına alınır. Nə adı? Bəli, bəli. Sonra 15-ə qədər sual. 15-ə qədər. 15-ə qədər sual. 29-a qədər sual. 29-a qədər. Topluda nə suallarınız var? Bu sual əslində çox qəşəng sualdır. Bu sualı mən hətta deyərdim 4-cü qrupların qəbul imtahanlarında da istifadə olunub hətta bir dəfəsi. Səhv xatırlamıramsa. Və burada elə bir maddə seçməlisiniz ki, bunların hamısında fərqli bir şeylər eləsin. Ola bilər biri getməsin, birində çöküntü alınsın, birində başqa şey alınsın. Çöküntünün rəngi fərqli olsun, nəsə də. Burada kalium sulfat, natrium klor və kalium ionuz. Hamısı fikirləsə duzdur. Bunlar da duzdur. Birinci şərtin nədir? Duz-duz reaksiyasını bilməlisən. Birinci şərtdən həksəl olmalıdır. İkinci şərt alınanlardan heç olmalıdır. Bəli. Natrium sulfat, yəni natrium karbonat. Bunlar da natrium və kalium duzları olduğu üçün bununla bu getməyəcək reaksiya. Çünki çöküntü alınmır axı və fərqləndirə bilməyəsən. Fikir ver bir dənə. Getdi 3 variant birdən.
Çünki getmir axı çöküntü almaq, natrium kalium duzları almır axı yenə. Çöküntü alınmır, o natrium kalium duzları çökmür axı. Eynən B variantda gedir. Niyə? Çünki əsas duz reaksiyasının ikinci şərtini ödəmir, çöküntü alınmır. Çünki natrium sülfat plus kalium var. Natrium H kalium esodur. Cavab D variantı qaldı. Niyə? Niyəsini izah edirəm sənə. Natrium sülfatla H-xlor getmir. Çünki xlor turşusu o qədər qudurmuyor sülfatı çıxarır. Amma gümüş NOS neyini? H-xlorla gedir. Nə alınır burada? Gümüş xlor ağ rəngli çöküntü. Bir də nə alınır? H-NO. Fikir ver, çöküntünün rəngi ağ rəng. Natrium karbonatın üzərinə H-xlor gəlir, bəs nə alınır? Natrium nə ilə birləşir? Xlorla birləşir. Bir də H2CO. Bu da nəyə parçalanır? Karbon qazı ilə suya. Demək cavabımız o D variantı. Hələ fikir verəcəklə bu getmədi. Burada ağ rəngli çöküntü alındı. Burada nə alındı? Qaz alındı. Söhbətə bir dənə bax, qəşəng gözəl sual. Bəli, müəllim. Çox super. Bəli, aydın oldu. Birinci qrupu bir tık aşır. Bir tık. 40-a qədər sual. 40-a qədər sual. 36. Nədir 36? Neçə qram alüminium? Xlorid turşusunda yazıram. Alüminium üzərinə gəl H-xlor. Alüminium nə ilə birləşir? Xlorla birləşir. Alüminium xlorid, bir də hidrogen. Mən sizə belə bir qayda demişdim. Ayrılan hidrogenin molu elementin valentinin yarısı qədərdir. Alüminium 3 valentsə. Bura nə yazıram? 1,5. Burada 3 dənə xlor var. Biraz səliqəsi düşdü. Alüminium xlor 3-dür. Bura 3 yazıram. Şöyle 0,3 mol daxil olur. Bura 0,3 yazıram. Aşağı 3 yazıram. Maksimum neçə qram alüminium daxil olur? 3 mol nə qədərlə daxil olur? 27 ilə daxil olsa 0,4/1x dedim. Bu söhbəti 36-da. Bəli, bəli. 3-ə 27, 0,3 ondan az olacaq onda. 40-a qədər başqa sual. 40-a qədər başqa sual qalmasın da suallarımız. Daha bu qədər əziyyət çəkmişik. Suallar qalmasın. Görək nə suallar var başqa. 47-ci sual var. 47 nədir? Mən sənə bunun əslində qaydasını demişdim mən. 11,2 litr hidrogen neçə mol olur uşaqlar? 0,5. Aysa 0,5. İndi qulaq as. Metalı bilmirəm şimdi. Bundan alınan hidrogen nə qədərdir? 0,5 mol H2. İndi başlı işlətəcəm. Burada nə qədər Evet, hidrogen? bir valideyim işte. Burada nə qədər hidrogen var? 0,5 oldu. Bu işyədə 1 mol. Deməli sənin turşunda 1 mol olmalı. Bax solda sağda bərabər olmalıdır. Bax. Metal plus H-xlor. Metal xlorla birləşmir. Bir də hidrogen alınmır burada. Burası 0,5 1 mol hidrogen yoxdur. Demək bu da 1 olmalıdır da. Heç ehtiyac yoxdur heç nə bilməyə. Yəni sadəcə burada hidrogenlərin sayına baxsın. Burada bizə də məsələn turşun da qabağında 1 olmalıdır ki, əmsallar bərabər olsun da. Sonra 50-yə qədər sual. Bu bölmədə 50-yə qədər sual. 60-a qədər sual. 56, 62. Hansı reaksiya doğrudur? Bu səhvdir. Çünki nə olmalıdır? Burada 3 olmalıdır. Temperaturla baxın. Hidrogen sonra yerləşən metallar var. Metil və gümüş. Onların neçə dənə dostu var? 3 dənə. Nitratın qatısı durur, sülfatın qatısı. Getmir. Bu da uşaqlar. Deməli, natrium xlorla birləşir. Doğrudur da. Karbonat turşusu, karbon qazı. Amma xlor bromu çıxara bilərmi? Bəli. Doğrudur. 1, 3, 4. Bu asanlıqda əslində qalanır. Xlor bromu çıxara bilər də. Flor, xlor, brom yoxdur da. Flor, xlor, brom yoxdur. Xlor, brom yoxdur. Brom yoxdur çıxarır. Bu da aydın məsələ. Xlor turşusu karbonatı çıxarır. Karbonat turşusu karbon qazı üçün yazıram. 56, 62 yazıblar bir də. Həmin onu çıxardım. Bu da yenə reaksiyadır. Mangan O2 üzərinə gəl H-xlor. Mangan xlor 2, xlor 2 və su. Burada 4 dənə xlor var, gətir bura 4 yazsın. Bir 2 mol daxil olsa, bura 2 yazırsan, bura 4 yazsan. 4 molda nə qədər alınır? 1 mol alınır. 2-yə nə qədər alınır? 0,5 mol xlor alınır. Həcmini istəyir. O da 11,2 eləyəcək. Elə bir şey istəyir. Nədə onun adı? Molunu istəyir. 62. Sonra başqa sual var uşaqlar burada. Başqa sual. Halogenlərin müqayisəli xassələri. İlk 20-likdə nə sual var? Şöyle bir 5-10 dəqiqədə baxarız ki, deyir ki, yavaş-yavaş.
İlk 10-a qədər. İlk 10-a qədər. İlk 20-likdə. Halogenlər müqayisəli xassələr. Uşaqlar biz evə bunun üstünə qaldıq ki, bölmədə. Ki, adı nədir? Proqramı düzəldək. Sözü qəbul suallarını işlədiniz. Qəşəng oldu, amma ümumi şəkildə deyirəm. 48. Sonra deməli 20, 10 var, 21 var. Səbirli ol. Onda yaxşı bir dənə 20, buna baxım 48-də qayıb olaraq baxaraq 10-dan. Sonra belə bir qayıb demişdik. Xlor, brom, yod, P4. Nə ilə təyin uşaqlar? Sarı sarı. Bəli. Gümüşlü. Gümüş xlor, gümüş brom, Ağ sarımtıl sarı sarı. ay sağ ol. Ağ sarımtıl, sarı sarı. Ağ, sarımtıl, sarımtıl. Ya sarımtıl oxşamadı, neyse. Sarı, sarı. Və şu ağdırsa bu kimdir? Y. Y kimdir burada? Y. Y burada kimdir? Xlor. Sarımtılsa Z burada kimdir? Bromdur. X kimdir burada? Bəli, mahnı da. Bu da yod, ağ, sarımtıl, sarı, sarı. Bəli. Və sıramışalar. Sonra nüvənin yükü bilsən də yuxarıdan aşağı doğru nüvənin yükü artır. Flor sıra nümunəsində. Flor 17-dir. Brom 35-dir. Yod da 53-dür. Deməli yuxarıdan aşağı nüvənin yükü artır. Yəni sən əvvəlcə kim götürəsən? Əvvəlcə xlor götürəsən, yəni Y, sonra Z-i götürəsən, sonra da X götürəsən. Aydın oldu sual? Bəli, bəli. 10-cu sualdan 21-ci sual var bir şey. Mən də uçub getdim qabağa. Nədir 10-cu sual? Hə, bunu dedi bayaqları. Tibli dezinfeksiya edici kimi etil spirtmi, yodu spirtlərli. Evlərdə 5% məhlul kimi istifadə olunur 10-cu sual. Yod deyirik elə biz ona, loru dildə. Hansı mülahizələr bütün halogenlər üçün doğrudur? Hansı mülahizələr bütün halogenlər üçün doğrudur? Molekullarında cütləşməmiş elektron. Şöyle, ümumiyyətlə, molekullarda, ümumiyyətlə, birini yazıram sadəcə, baxın. Klor 17-ci elementdə elektron formulu 3s2, 3p5. Və elektronu orbitallara düzürəm və baxıram ki, bir dənə tək elektron var, 3 dənə cüt var. Diqqətlə qulaq asın. Bəli, bəli. Atomda 1 cüt, 2 cüt, 3 cüt. 1 cüt, 2 cüt, 3 cüt, 1 tək. Gördün? Atomda bir dənə tək var. Amma xlor 2-də ikisində xlor birləşdirsin. Artıq tək elektronlar nə edirlər? Boşalaşlar. Və molekulların cütləşməmiş elektronlar var deyir. Xeyr, səhvdir. Bütün elektronlar cütləşir. Oksigenə reaksiya daxil olar mı? Xeyr. Daxil olmurlar. Hidrogenlə 30 birləşmə, bəli. H flor, H flor, H brom, H flor nədir? 30. Nuray başa düşdün söhbəti. Bildin səhvin hardadır? Müəllim, indi atom dedikdə cütləşməmiş elektron olacaq, amma molekul deyəndə olmayacaq. Bəli. Əsasən də, yəni bizim öyrəndiklərimizdə belə molekullar tək elektron olduğu birləşmələr eyni qədərdir. Sadəcə indi burada yoxdur. Belə deyim. Aydındır mən. Sonra. Başqa sual var 48-ə qədər. Şöyle bu sualların çox qəbul sualları var idi deyə. Ona görə mən çox rahatam burada. Şimdi mən çox qəbul sualını çox izah elədim axı, ona görə biraz rahatım. Qəbul suallarına baxdığı günə qədər sual tipinə baxdıq qəbullarda. 50-ci sual var. 50-ci sual var bir də. Hansı ifadə rahat idi, hə? Qəbul sualları daha qəşəngdir, hə? Normal vəziyyətdə halogen atom xarici elektron sayılır, bir ədəd qoşulaşmamış elektron var, bəli. Bayaq yazımda NS2MP5, P-də bir dənə tək var da, bayaq yazmışdım eyni şeydir. Oksiyeni birləşmələrdə yalnız müsbət oksijen dərəcəsi göstərilir, bəli. Kim halogenlər? Yox, belə şey var. Flor oksigen nədir? O mənfi olur. O flor ki, bu mənfi, bu müsbət olur. Deməli, səhv. Şöyle, xlorla oksigen ola bilərək, xlor müsbət olsun. Amma florda bu həmişə mənfi olur. Hidrogen halogenidlərdə xlor, brom, yod yalnız reduksiyacı olur. Niyə yalnız reduksiyacı? Onu da deyim sizə. Niyəsini deyim sizə. Çünki minimum daxil. Flor, xlor, brom, yodun minimum daxil. Məsələn, H florda, H xlorda mənfi bir daxil. Mənfi bir ancaq arta bilər də. Mənfi bir ancaq arta bilər. Çünki minimumda yalnız reduksiyacı olur. Halogenlərin qələvi metallar birləşmələri iyondur, əlbəttə ki, metal qeyri-metaldır. H flordan yoda getsə məhlul turşu xasa güclənir, bəli. Bildin 50-ci sual, bu bir nəzəriyyə. Yəni bu gələcən nəzəriyyə. Bəli, bəli. Sonra 60-a qədər sual.
60'a qədər 34'e bakalım. Neçə? 34. Hansı məlumatlardan hansı halogenlərə aid deyil? Məlumatdan hansı? Birləşmələri ucuzdur, bəli. Qüvvətli reduksiya edicidirlər. Dəqiq. Halogenlər reduksiya edici və çox istəşdiricidirlər. Elektron verirlər. Babat elektron verirlər. Flordur, xlordur, bromdur. Çox yaxşı elektron vermələri var. Adam üstünə Allah. Çox qəşəng elektron verirlər. Hər yerdə var reduksiya ediyor. Yalan da, yəni səhvdir. Qüvvətli oksidləşdiricidirlər bunlar. Təbiətdə sərbəst halda yoxdurlar. Yalandır. Niyə? Təbiətdə sərbəst halda yoxdurlar, düzdür. Əsasən yoxdurlar. Suda nisbətən az hava olurlar, bəli. Aid deyildir. Molekular iki atomdur, bəli. Başa düşdün niyə doğru olmadığını B variantı? Bəli, müəllim, mən də elə orada qalmışdım. Yox, evde orada qalmadı. Yavaş çək qabağa. Orada qalmadı. Çox qalmadı bir yerdə. Hı -hı. 44'e bakalım. 44. Bəli. Cabbar adı nədir? Alt paleolit dövründən keçdi. Mezolit dövrünə. Sən hələ Buna baktım, buna baktım. buna baxdıq. Hə. İndi birazdan gələndə mis dövmə keçəcək uşaqlar. Tunc və bürüncün kəşfi, nə bilim, ərintilərin alınması. Dərs tutaranda Cabbar artıq olacaq müasir. 44 qəbul sualıdır. Hə, 44 qəbul sualıdır. Sonra növbəti sual. Deməli, başqa nə yazmışdınız? 63-cü sual. 63-69-cu suallar. Altmış üç nərdəysə 63 görə bilmirəm ki, mən. Buna mənasız sual deyil. Buna mənasız sual deyil. Buna mənasız sualdır. Burada bilirik ki, get-gedə xlordan yola doğru gedirik. Turşuluq qabiliyyəti zəifləyir. Amma Mr neynir artır? Çünki xlor, brom yoddur axı. Mr artır, amma turşuluq qabiliyyəti zəifləyir. Yəni necə asılıdır? Tərs asılıdır. H xlor, H brom, H yoxdur da. Oksigen turşularda adətən xlorun turşuları deməli turşuluq hasılı daha qüvvətli olur. Ona tərs asılıdır. Amma Mr artır axı get-gedə. H xlor, H brom, brom o 80-dir axı. Yox da 127-dir. Get-gedə artır. Oksijen olduğunu Neçənci sual? Deyirəm, oksijen olduğuna fikir verməmişdim. Yəni yox. Diqqətli olun. Sonra 70-ə qədər başqa sual var, 70-ə qədər. 69 və 77 suallar var. Kalium yodiddə olan məhdud yodu tam çıxarmaq üçün. Bir şey var. Kalium yod üzərinə kalium xlorla birləşir və buradan yod çıxır. Əmsallaşdırılır. Buraya 2, buraya 2. Buraya 16,6, buraya yazısına. Kalium yod nə qədər? Şu an kalium yodun emeri nə qədər eləyir? Kalium yodun emeri. 166. 166. 27-yə baxdım, yox. 2 vur 166. Bəlkə də baxdım, bilmirəm ki. Bura nə qədər? 1 mol, 22 ondur. Buna da x yazsam. Bu ne hesabla bilərlər? Nə qədər eləyir? 1,12. Tam %12. Hesaplamaq da bu nasıl olsun? 27'də nə var idi ki 27'də? Hansı maddələr rəngə sahibdir? Səbirli ol. Hansı maddələr rəngə ma? NO2 bir sənə qonur rəngli qazdır. Flor nə idi? Sarımtıl yaşıl, belə deyil. Brom nə idi? Qırmızı qonurdur. Cavabımız oldu 1, 3, 4. Karbon qazı rəngsizdir. NH3 rəngsizdir. Aydın oldu? Hə. Sonra 70-71 də varmış. 70-ci sual əslində çətin sual deyil. Kalium flor əlçə elektrozla alınmış qazı sudan buraxmışlar. Yəni bu nə mənası? Mən nəyimə lazım hardan alıblar? Florun üzərinə su gəlmək lazım burada. H flor bir də oksigen. Çünki kalium florun ərintisindən alınan qaz flordur. Çünki orada kalium alınır, bir də flor alınır da. Burada şu var. Bunun şifa əmsallaşdırma olur görəsən. Burada flor 2 dənə, buraya 2 yazıram. Böyle düzəlir şifa. Beşə də dairə rahat. Müəllim, birinciyə 4 yazın. Paketin qabağına 4 yazın, flor qabağına 2. 2 yazanda
4 olacaq. Hətta burada 4 yazsan, suyun bunun qabağına 2 yazırsan, su düzəlir. Nə qədər 44 tamam, bura 44,8 yazıram. Aşağı ilə 44,8 yazıram. 2 mol da. Neçə litr oksigen alır? 22,4 litr. Cavabı 22,14 gələcək. Elə də eyni şey alınır da. Belə. Burada kalium filan əridisin elektrozla kaliumla flor alınır. Onu demək istəyir. Buradan alınan qaz budur. Bunun üzərinə su gəlirəm. Bundan qalanda hesablamakdır. 71 də onun eynisi. 71 də tərsinə hətta. 22,14-də budursa yenə eyni şeydir. Cavabı 44,8 gələcək. 70-71 birbirinin tərsi olan suallardır. Aydın oldu 70-71-ci suallar. Hə, sən də sağ ol. 77. 77-ni bayaq yazdı uşaqlar. Bəli, müəllim, aydın olmuş. Bayaq yazdığım suallardan. Hə. Bayaq yazdım. Bu da kalium klor. Bir dənə bunu yazmamışdım. Kalium klor, xrom klorid, flor su. Bir dənə bunu yazmamışdım. Qalan hamısını yazmışdım. Bu da kalium klor, kalium klorid su alınır. Bu da yazmışdım. Bunu yazmışdım. Yəni bayaq qəbulda var idi. Onu demək istəyirəm. Sonra başqa sual. Müqayisəli xassələrdən. 90-a qədər. 83, 85. Bu da əslində çətin deyil burada. Flor floru çıxara bilərmi? Bəli, bu doğrudur. Klor plus natrium aşıda natrium klor alınır. Doğrudur, yəni alına bilər. Natrium klora da alına bilər. Bu doğrudur. Natrium klor elektroz yerine natrium klor alına bilər. Klor hidrogenlə H klor. Bir dənə sona bax. Sona bax bir dənə son hissəyə. Krom klor 2 olmalıydı. Hayırsa, xrom klor 2 və hidrogen olmalıdır. Dedim aşağıda bir dərsdə. Xromla dəmir, H-la reaksiya xrom klor 2 və hidrogen alınır. Ona görə doğru deyil 5-incisi. Bu bir qaydadır, yəni bir diqqətli olmaq lazım. Burada savasat lazımdır. 85-ci suallar uşaqlar. Burada bilirsiniz ki, fluor, klor, brom, yod sırasında iyonlaşma enerjisi ən böyük olan X-dir uşaqlar. Deməli bu bizdə X fluor. Çünki yuxarıdan aşağı azalır axı. Elektromənfili iyonlaşma enerjisi ən böyük olan fluor. Uşaqlar polyarlıq deyil. Bir Y elektromənfili, Y elektromənfili Z və T-dən azdır. Az deməli. Uşaqlar bir dənə gözləyim dəqiqə. X düzək sonra baxarıq kimə qərar oldu. Kim qərarı verər ondan sonra. Ən böyük olan X-dir. Y elektromənfiliyi Z və T-dən azdır. Deməli uşaqlar Y ən aşağıdadır. Z-dən T-dən aşağıdadır. Çünki elektromənfili ən azdır. Bir dənə qaldı bunların yerini tapmaq. Biz də bilmişdik ki, H fluor, H klor, H brom sırası yuxarıdan aşağıdır. Polyarlıq nə edir? Azalır. Polyarlığı daha çoxdursa, deməli Z yuxarıdadır. T nədir? Aşağıdadır. Düşün. Tutarı getdi. Lazım, yəni fluor, xlor, brom edəcək ehtiyac yoxdur burada, yəni. Belə tapmaq olar. Əslində belə dediyim kimi tapmaq, yəni belə tapa bilərsən, belə tapa bilərsən. Hər iki variant doğru və məqbuldur. Başqa suallar var burada. Neçə sual var idi burada? 100 dənə idi, neçə dənə, 110 dənə idi, neçə dənə, 109 dənə idi. Başqa nə sual var burada? 200-lükdə. Rus reaksiyasından çəkilən video. Hə, Raul, qəşəng düşür bə, o maraqlı aldı. O qəşəng video aldı bu. Təsadüfən aldı, özdə. Bu kimin sualı? 95-ci sual. Nizami soruşu 95-ci. Deməli, burada deyək ki, Y mənfi iyonundakı elektronların sayı 10-dan 8 vayt çoxdur. Və 10-dan 8 vayt 18 edilir. Bura 18-dirsə, bura nə yazıram? 17 yazıram. Deməli, mən bunun elektronlar, deməli, bunun deyək ki, yanında elektronların sayı neon atomundakı elektron 8 vayt çoxdur. Deməli, bura 18-dirsə, bura 17-dir. Deməli, A-mız 17-dir. Bura 9 olacaq. Bura neçə olacaq? 35 olacaq. İnşallah bunu tapandan sonra deməli bizim X-imiz kimdir? 9. Yəni X-imiz fluordur. Ondan sonra Y mənfi 17. Deməli bizim Y-imiz kimdir? Flordur. Ən nəhayət Z mənfi 35-dir. Bu da kimdir Z-imiz? Brom mənfidir.
Maşallah biz belə bir qayda demişdik. Bilmirəm. Yo, çox sağ olun. Nuş olsun. İstəmirəm cavab. Nuş olsun. Deməli biz belə bir qayda demişdik ki, S, yod, brom, flor, OH, oksijeni turşu qalıqları, nəhayət flyor. Yuxarıdan aşağı doğru getsə, elektroz dərsini yadına saxla. Elektroz dərsini yadına sal. Yuxarıdan aşağı doğru getdikcə oksidləşdiricilik nə edirdi? Oksidləşdiricilik artırdı. Oksidləşdiricilik artırdı. Oksidləşdiricilik artırdı. Və katodda ayrılma nə edirdi? Anodda daha doğrusu. Ayrılma çətinləşirdi. Ayrılma çətinləşirdi. Yəni burada ən asan ayrılan ən yuxarıdakıdır. Yəni burada ən asan ayrılan kimdir? Ən asan ayrılan bromdur. Sonra xlordur. Sonra tabii. Yəni oksidləşmə qabiliyyəti ZYX. Yox. Tərsinə düzdür, mən deyəsən. X. Şöyle bunu baxın bir dənə bura. Bir dənə bu hissəyə baxın. Şöyle biz bunu ən salamatı nədir? Ən salamatı, ən rahat yolunu deyim sizə. Bu oksidləşmə sözü deyil. Bunu sil. Bura nə yazar? Reduksiya edici. Ən qəşəngi. İci ilə gedək. Ən rahatı. Yuxarıdan aşağı doğru getdiksə oksidləşdiriciliyi artır. Reduksiya edici lazımdır. Qardaş düz getsin də və saat. Da bununla rahat izah bilmirəm. Salamatı yazmamaq. Hə, o da olar. O da olar. Yuxarıdan aşağı doğru getsə oksidləşdirici flora tərk edirsən də oksidləşdiriciliyi artır, reduksiya edicilik nə azalır. Bir zəhmət qalan düzdə aşağı böyüdən kiçik. Artma deyir, reduksiya edici artma. Deməli nə edəsən? Birinci kimi qoyarsan birinci X, sonra kimi qoyarsan Y, sonra kimi qoyarsan Z. Tabii bunun cavabı başqa cavabı yoxdur. B variantı. Bu əslində bu sual birinci qrup səviyyəsində deyil, yəni mənim şəxsi fikrimdir. Məncə bu sual bitib daha çətin sualdır. Biraz dördüncü qrup səviyyəsində. Başqa 100-ə qədər və 119-a qədər bəs. Bitdi müəllim. Heç nə, müəllim də bitdi, suallar da bitdi. Çox yaxşı. Belə uşaqlar, bugünkü ilə kinonun sonuna gəlib çatdıq. Nə yazmışsan orada? Deyir ki, görək nə istəyir bizdən. Bir müəllim, bir aya B1 səviyyədə danışma öyrənə bildim. Yaxşı da əla, mükəmməl, qəşəng. Super. Uşaqlar, vəssalam. Sağ olaşaq, mən də yoruldum, gözlərim ağrıyır, ekrana baxmaqdan. Oldu uşaqlar, sağ olun. Bir də tapşılar. Gözəl söyləmə. Yaxşı. Sabahın tapşırığı düşür. Sağ olun. Sağ olun, uşaqlar, gecəniz xeyir. Gecəniz xeyir.